Bir dəqiqə, hə, qayd olunur. Deməli, Günay müəllimə sizdə mənə sual ünvanlayın, Bəli, düzdür? bəli, bəli, Günay bəli, müəllimə, müəllimə. heterogen qrupdasınızsa əgər, bu qrupun xüsusiyyətləri Bəli. var ki, onlar fərqli xüsusiyyətlərə malikdirlər. Bir sözlə, əgər mən müəllim olaraq differensial yanaşıramsa bir uşağa və orada yəni qrupum heterogendir. Yəni necədir? Fərqli öyrənmə tərzinə malik bir qrupdayam mən. Yəni vizual, audial, kinestetik bu formada uşaqlar öyrənəcək. Aydındır? Yəni burada Bəli, bəli. hətta fərqliliyə temperamenti də qata bilərəm. Uşağın sosial-asosiallığını da qata bilərəm. İntrovert, ekstravert olmasını da qata bilərəm. Aydındır nə demək istəyirəm? Bəli, bəli, müəllimə, bəli. Məsələn, belə bir şey deyək də, tutaq ki, mən bir nağıl danışıram. Nağılı danışıramsa, audial eşidənə danışıram. Onu göstərə-göstərə danışıramsa, vizual üçün də orada hər hansı bir şey eləyirəm. Onu səhnələşdirmə verirəmsə, kinestetik eləyirəm. Aydındır? Bəli, yəni öyrənmə, bəli, müəllimə, yəni öyrənmə tərzini nəzərə alırıq. Fərqli öyrənmə tərzinə. Ay sağ ol. Hə. Amma belə bir şey deyək. Homogen qrupdasınızsa əgər, homogen qrupun xüsusiyyətləri bir-birinə oxşardır. Yəni burada çox oxşar xüsusiyyətlərə malik uşaqlar var. Yəni bu uşaqların çoxu vizualdır və yaxud da audialdır. Bilik bacarıq səviyyəsinə görə qruplaşdıran qruplar homogen qruplar adlandırılır. Aydındır? Bəli, bəli, başa düşdüm. Çox sağ olun, ay Siz müəllimə. sağ olun. Çox sağ olun. Siz sağ olun. Başqa müəllimlər, sualınız varsa buyurun. Eşidirəm müəllimlər sizi. Mənim axşamınız xeyir. Axşamınız xeyir olsun Səma müəllimə. Buyurun. Müəllimə, bu bizə deyirdilər ki, yəni belə eşitmişəm ki, deyir ki, bu standart məqsəd yazırıq da, buna yazanda cari planı. Məqsəd neçə, məsələn, bir standart olmalıdır, məqsəd neçədən olmalıdır ən azı? 3 dənə, 4 dənə? Yəni standart 2 dənə ola bilərmi? Əlbəttə ola bilər. Səma müəllimə, standartı 2 dənə verə bilərsiniz. Amma necə verə bilərsiniz? Məsələn, mən vermişəm 2.2.4 standartı savad təlimində. Bir də verə bilərəm 2.2.5 standartı. Bir-birinə yaxın standartları verə bilərəm. Bu standartların əsas standartı eyni olmalıdır. Yəni fərqli əsas standart verə bilmərəm. Az standartlar fərqli ola bilər, ancaq bir-birinə oxşar olsun. Məsələn, belə deyək də 2.2.4 tutaq ki, sözlərdə hecadan söz düzəltməkdir. Bir də 2.2.5-də məsələn orada da cümlə sözü artıq ola bilər. Bir söz fərqi olan standartı seçə bilərsən. Aydındır? Yəni bir məşğələndə 2 standart verə bilərsən, amma bir-birinə yaxın standartlar olmalıdır müəllimlər. Unutmayın. Mən götürüb belə deyək də savad təlimində, ətraf aləminin tanışlığın standartını başda inteqrasiyama qatmıram. Yəni siz istədiyiniz qədər inteqrasiya verin, 10-unu verin, 20-sini verin, 30-unu verin, fərq etmir ki, bir müəllim reallaşdıra biləcəyi qədər standart verə bilər. Nə qədər standart verirsən ver, versəniz belə orada ümumiyyətlə, yəni inteqrasiyada sənin əsas məqsədin başda yazdığın standartı reallaşdırmaq. İnteqrasiyada onun qarşısına keçə bilməz. İnteqrasiyada nə yazırsan yaz. Hətta belə bir şey deyim, başda yazmısan 2.2.5. Aşağıdakı inteqrasiyan 2-2 ilə ola bilməz. Yəni 2-2-6, 2-2-7-ni aşağıda verə bilməzsən. Çünki yuxarıda onsuz da yazmışam. Aydındır. Və sən 2 dənə standart verə bilərsən, reallaşdıracağın standartı. O standartlar eyni əsas standarta malik olmalıdır. Bir-birinə yaxın alt standartlar seçməlisiniz. Məqsədiniz də maksimum olmalıdır 3-4 arası. Yox, amma belə bir suala rast gələrəm ki, bir müəllim reallaşdıra biləcəyi qədər məqsəd çıxarda bilər. Deyəcəksən ki, düzdür. Niyə? Çünki mən reallaşdıra biləcəyim qədər məqsəd çıxardıram. Amma mən 5 məqsədi reallaşdıra bilmirəm. 4 məqsəddə nə zaman verim müəllimlər? Bunu həmişə deyirəm. Şifahi formada keçirdiyiniz məşğələlərdə 4 məqsəd verə bilərsiniz. Aydındır, amma mən şifahidə 4 məqsədə uyğundur. Amma belə 3-4 yəni məqsəd veririk. 3 məqsəd daha, o da məsələn tutaq ki, böyük qrupda 2 məqsəd verə bilməzsən, o sənin səriştəsiz müəllim olmağındandır. Məktəbə hazırlıq qrupunda 2 məqsəd səriştəsiz müəllimsən, 3-4 etməlisiniz orada məqsədləri. Aydındır?
Bəli. Mən kiçik qrupda işləyirəm müəllimə. Kiçik qrupda məsələn ən çox təsviri fəaliyyətdə olur elə bir ki standart. Hə. Yəni ona təsadüf Hə, edirəm. bildim nə demək Təsviri istəyirsiniz. fəaliyyət. Təsviri fəaliyyətdə orada məsələn müəllimə verirsiniz 3 1 3 1 1 5 olur. yox, belə olur müəllimə 3 1 1 3 1 2 məsələn şəkli çəkdi rəhləmə. Bəli. Orada da çəkmə cızma Bəli. qərarını edirdin. Həm cızır, həm də rəhləmə kimi verirsiniz, verə bilərsiniz. Aydındır? Bəli. Bir də 3 1 5 də olur da rəngləri tanıyırım, nə bilim, nəsə eləyə belə bilərsiniz. bir. Eləyə bilərsiniz. Hə. Eyni əsas standart olandan eləyə bilərsiniz. Yəni narahat olmayın. Hə, bir də müəllimə bir sual da verim, olarmı? Bəli. Məsələn, biz belə cari planı yazanda bizdə iş üsullarında sujetli rollu oyun, hərəki oyunlar, bir də Didaktik oyun. olur Didaktik didaktik oyunlar. Hə. Didaktik oyunlar, bəli. Bəli. O məsələn sujetli rollu oyunları ən çox nitq inkişafında məsəl üçün istifadə eləyir. Başqa hansısa bir inkişaf sahəsində o sujetli rollu oyunlardan ən çox istifadə olunur didaktik oyun, məsələn, Hərəkətlərin inkişafında da hərəkətli oyunlarda hərəkət oyunlar. hərəkətlərin inkişafında da sujetli rollu oyun verə bilərsiniz. Mövzunuza uyğun. Aydın. Hərəkətlərin inkişafında. Mən nə hərəkət? Məsələn, bir dovşanın hərəkətini elətdirirəmsə, sujetli rollu oyun yaza bilərəm. Aydındır fikrim? Bəli. Yəni mən ən çox bir də nitq inkişafında yazıram, nə yalan deyim. Başqa inkişaf sahələrində çox da hərəkətlərin inkişafından ancaq hərəkət oyunları yazıram. Sujetli rolunu yəni deyim, bilmək istəyərdim ki, onu başqa inkişaf sahələrində də yazmaq olurmu? İnkişaf sahəsi deyəndə məşğələ demək istəyirsiniz də, düzdür? Yəni mən bu fikirlə razı deyiləm ki, mən sensor tərbiyədə yalnız uşaqda formalaşdırıram idrakla bağlı nə isə. Bir rəngdə orada formalaşdırıram, estetik ərazide formalaşdıra bilərəm. Yəni burada məşğələləri heç də müəllimləri heç bir zaman inkişaf sahəsi kateqoriyasına ayırmayın. Məsləhət də görmürəm. Müəllim sizsiniz. Sizin hüququnuzdur. İstədiyiniz məşğələdə, istədiyiniz standartı mövzuya uyğunlaşdırıb verib bu fakt nə isə inkişaf elətdirmək. Sizin qarşınızda belə bir şərt qoyulmur ki, mütləq şəkildə sensorda idrakdır. Məsələn, təsvir fəaliyyəti estetik ərazidir. Elə bir qarşınıza necə deyim, şərt qoyulmuyor. Ona görə də siz bundan maksimum səviyyədə istifadə etməyə çalışın. Qaldı ki, Səma müəllimə iş üsullarına bunu hər zaman deyirəm. Mən ondan heç razı da deyiləm ki, məsələn, iş üsullarını biz kateqoriyaya bölmüşük ki, 1-2 yaşlı uşaqlarda bunu işlədirik, 3-6 yaşda bunu işlədirik. Amma bu testologiya üçün belə nəzərdə tutulsa edin. Sadəcə olaraq bir müəllim olaraq, məsələn, siz təcrübəli bir müəllimsiniz artıq və bilirsiniz qrupun xüsusiyyətləri nədir? Məsələn, körpələr qrupunda nitq inkişaf elətdirmək üçün mən suallardan belə istifadə edə bilərəm. Əgər qrupumun xüsusiyyəti buna uyğundursa, yazaram da cari planımda. Onu da sual verəcəydim ki, müəllimə, o suallardan istifadə eləmək olurmu? Eləyə bilərsiniz, amma necə eləyə bilərsiniz? Belə deyim də, Səma müəllim, həqiqətən siz suallardan istifadə edirsinizsə, həqiqətən gələn komissiyaya görə yox, siz uşağı suallarla inkişaf elətdirirsinizsə, o üsul, məsələn, üsul əslində müəllimin hansı formada, məsələn, forma, belə deyək də, müəllimin hansı formada necə keçdiyi, üsulda nə ilə öyrətdiyidir. Mən nə ilə öyrədirəm uşağı? Suallarla çox yaxşı öyrənir və qrupumun xüsusiyyətləri buna uyğundursa və mən qrupumun xüsusiyyətlərinə malik bir müəlliməmsə, sabah bunu sübut edə biləcəmsə, komissiyanın qarşısında və yaxud yazdığıma cavab edə biləcəmsə, yaza bilərəm. Aydındır, məsələn, müzakirə özünü göstərir. Suallar ən çox nitq inkişafında ən çox suallardan verə bilərsiniz, müsahibə kimi aparırsınız da. Bəli. Oldu müəllimə, çox sağ olun. Siz sağ olun müəllim. Allah razı olsun. Sağ olun, buyurun. Başqa müəllimlər, buyurun, sualınız varmı? Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Müəllimə, uşağın inkişafının qiymətləndirilməsi ilə dəyərləndirmənin fərqini deyə bilərsiniz, zəhmət olmasa? Asil müəllimə, belə bir şey deyim ki, məktəbə qədər dövrdə biz dəyərləndirmədən çox istifadə edirik. Qiymətləndirmə demirik. Məsələ də burasındadır ki, dəyərləndirmə ilə qiymətləndirmə arasında fərq ondan ibarətdir ki, qiymətləndirmə bizim qarşımıza bir meyar qoyur, bir ölçü qoyur. Mən orada meyarla, ölçüylə, mən onu necə deyək də, belə formal şəkildə apardığım bir şeydir. Dəyərləndirmə də necə inkişaf edib uşaq, onu öyrənməyim üçündür. Qiymətləndirmə, məsələn, bir məşğələnin sonunda bir uşaq hansı deyək də, nailiyyəti əldə etdi. Dəyərləndirmə daha çox mənə fəaliyyətdən
xəbər verir. Yəni uşaq fəaliyyəti necə irəlilədir, inkişaf etdirir bu mənadadır. Aydındır? Bəli, müəllimə, çox sağ olun. Olun. Başqa müəllimlər buyurun. Salam Aynur müəllimə, necəsiz? Salam Mətanət müəllimə, yaxşı olasınız. Siz necəsiniz? Sağ olun, çox sağ olun. Həmişə yaxşı olun qadası. Allah köməyinizdə dursun, belə bizə köməkliklər eləyirsiniz. Aynur müəllimə, mən bu Piaget'in mərhələləri var. Onu yadda saxlaya bilmirəm. Necə onu belə loru dildə başa düşüb saxlaya bilərəm yadımda? Piaget'in mərhələlərinə gələk, Piaget əslində eksperimenti uşaqları ilə aparır. Jilusi adında bir qızı var və bu qızını ta körpəlikdən başlayır izləməyə və izləyəndən sonra o deyir ki, hə bu da necə olur əslində eksperimentlər aparmasının, bu bizim qarşımıza bilirsiniz ki, Piaget bir psixoloqdur və onun bir çox nəzəriyyəsi var. Məsələn, əxlaq nəzəriyyəsi mənim üçün nə bilim bəlkə də digər nəzəriyyələrlə heç qarşılaşdırılmayacaq qədər mükəmməl bir şeydir ki, mənim fikrimcə 6 yaşdan sonra əxlaq mütləq lazımdır uşağa. 7 yaşında nəsənsə, 70-də də nəsən, həqiqətən bu doğrudur. Və o zamandan başlayaraq uşağa öyrətməliyik. 6 yaşına qədər amma bunu məsləhət görmürdü. Bir gün necə olur ki, buna qərar verir. Qərar verir ki, uşaqlar üzərində eksperiment aparsın, bunu da gətirsin, belə deyək də 50 illik təcrübəsi ilə birləşdirilib bizə bir idrak nəzəriyyəsini təqdim etsin. Bu nəzəriyyəni təqdim edərkən uşaqları mərhələlərə bölür ki, özü uşaq o mərhələlərdən keçir və düşünür ki, bütün uşaqlar bu mərhələlərdən keçir və yaşlılar kateqoriyasına bunu salır. Deyir ki, 0-2 yaşındakı mənim uşağımda da bu belə baş verir. Ətrafdakı uşaqlarda da görürəm. Əşyavi manipulyativ dövrdür. Uşaqlar toxunaraq, hisslərlə hərəkət edə başlayırlar öyrənməyə. O manipulyativ dövrdə uşaq nə edir? Uşaq birinci olaraq dünyaya gəlir. Dünyaya gəldiyi zaman bu uşağın yalnız tavanı görmək kimi bir şəraiti var. Hərəkət etmir, sadəcə əlini qolunu hərəkət etdirir. Sağa sola dönmür. Çünki boyun hərəkəti inkişaf etməyib və deyir ki, o dünyanı kəşf etmək istəyir və kəşf etmək istədiyi zaman başlayır inkişafa. Nə edir? Gəlir uşaq 3 ayında başlayır belə deyək də artıq ətrafını görməyə. Ətrafını gördükdən sonra 4 ayında uşaqda belə bir şey baş verir ki, dünya var və mən varam. 6 ayında uşaq artıq əlini masanın üzərinə qoyur və dünyanı artıq dərk etməyə başlayır. Sonra deyir ki, bu uşaqlarda 8 ayında belə bir proses baş verir. Boyun hərəkətləri, sağa sola dönmələr, belə deyək, artıq inkişaf etdiyi üçün, uşaq ətrafını gördüyü üçün onda əşya davamlılığı yaranır. Əşya davamlılığı nədir? Uşaq artıq bir əşyanın əlində olmasa belə və hətta o otaqda olmasa belə orada olduğunu görür. Bu əşyanın davamlılığı adlanır və 8 ayından sonra baş verən bir prosesdir. Sonra deyir, 11 ayına gələndə bu uşaqda əşyanın kimliyi baş verir. Əşya kimliyi nədir? Uşaq artıq əşyanın ona məxsus olmağını hardasa anlayır, tam dərk etməsə belə. Məsələn, uşağın əlində 11 ayında bir belə deyək də təhlükəli bir oyuncaq demir, əşya var. Məsələn, çəngəl var. Almaq istəyirsiniz, əlində başqa bir şirniyyat verirsiniz, yenə də o çəngəli istəyir. Niyə? O əşyanın ona məxsus olduğunu anlayır. Sonra Piaget deyir ki, bu uşaq 11 ayın sonunda təqlid edir. Amma necə təqlid edir? Ertələnmiş təqlid edir. Uşağı deyir, gəzintiyə aparırsınız. Uşaq gedir gəzintiyə. Gəzintidə dənizin kənarında, məsələn, yerə oturan bir uşaq görür. Özünü, məsələn, ağlayır, neysə istəyir. Evə gəlir, 3 gündən sonra o hərəkəti təkrar edir. Amma ani şəkildə etmir. Demək ki, deyir, 0-2 yaş uşaqlarda təqlid ertələnmiş olur. Ani şəkildə onu etmirlər uşaqlar. Sonra Piaget deyir ki, əşyavi manipulyativ dövrdə uşaq başlayır tək başına oynamağa, əşyaları qırmağa, dağıtmağa, ağzına aparmağa, ağzından seyrikli yoxa gəlməyə. Bu onun belə deyək də sensmotor dövrüdür. Yəni hərəkətlərlə öyrənmə dövrüdür. Sonra Piaget gəlir 2-7 yaşda ilkin əməli dövr adlandırır. Əslində mən əməliyyatlar öncəki dövr kimi onu daha yaxşı belə deyim də, necə deyim, müəllimlərə daha yaxşı izah edirəm. Niyə? Əməliyyatdan öncəki dövr. Çünki bu dövrdə 2-7 yaşda heç bir əməliyyat görmürük. Hər şey yarı-yarım tutulur. Uşaq tam şəkildə heç bir şey edə bilmir. Amma konkretləşəndə əməliyyat var. Yəni əməliyyatdan öncəki dövr 2-7 yaşda. 2-7 yaşda necə olur?
2-7 yaşda bir gün Piaget'in oğlu bir paltar alır. Bir paltar alır, gəlir bacısının yanına. Bacısı başqa bir paltarda görür. Qardaşına deyir bu kimdir? Çünki o hər zaman eyni paltar geyinir. Deyir bu kimdir? Tanımır və paltarını dəyişdikdən sonra tanıyır. O deyir ki, uşaqlar bir xüsusiyyətlərə görə əslində kimisə tanıyır və yaxud da ki, əşyalar arasında, heyvanlar arasında fərqlər qoyur və başlayır bu 2-7 yaşı eksperimentə və 3 uşağını da bu eksperimentə qoşur. Ən çox eksperiment apardığı dövr 2-7 yaş, əməliyyatlar öncəki dövrdür. Niyə ki, burada bir uşağın mən konsepsiyası var, bir uşağın özünü mərkəzdə sayması var, bir uşağın burada ümumiyyətlə dünyanın onun ətrafında hərəkət etməsinə inanması var. Bu özünü hansı şəkildə göstərir? Deyir ki, Piaget 2-7 yaşlı uşaqlarda belə bir xüsusiyyətlər var. Hansı xüsusiyyətlər ki, onlar mən konsepsiyasındadır. Amma bu mən konsepsiyası egodan irəli gələn bir şey deyil. Biri var ki, bir insan egoistdir və onun keyfiyyətlə böyümüş forması gəlir narsistə çıxır. Psixoloji bir pozğunluq da deyə bilərik buna. Amma uşağın dövründə bunu belə adlandıra bilmərik. Bu uşaq egosentrik dövrdə yaş xüsusiyyətinə görə belədir. Niyə? Çünki uşaq artıq bu dövrdə mən konsepsiyasını qazanır və dünyanın artıq onun ətrafında fırlandığını zənn edir. Onu şorba sevmirsə, onun fikrincə heç kim sevmir. O, məsələn, cizgi filminə baxırsa, bütün dünya cizgi filminə baxır. Və dünya ona xidmət etmiş olur. Bütün valideynlər, dünya, təbiət. Və deyir ki, Piaget, bu dövrdə uşaq ümumiyyətlə oyunlara meyil edir. Hansı ki, bu dövrdə uşaqda bir simvolik oyunlar baş verir. Uşaqlar bu dövrdə belə deyək də sujetli rollu oyunlardan istifadə edir. Bir də sehirli düşüncələr baş verir. Hansı ki, sehirli düşüncələr dediyimiz düşüncə burada uşaqlarda animizm, artifikalizm kimi özünə göstərir. Bir də burada adaptasiya dövrü olur uşaqlarda. Adaptasiya dövründə nə var? Adaptasiya dövründə ekvilibrium var. Müəllimlər unutmuşsunuz bunu. Ekvilibriumda ümumi olaraq tərəzinin, yəni equilibrium sözündən də tərəzi. Tərəzinin səhv və yaxud da düz çəkdiyini görə bilirik. Burada uşaqlara tapşırıqlar verirsinizsə, o tapşırıqları ardıcıl şəkildə yerinə yetirə bilir. Məsələn, sağa baxır, sola baxmağı unudur. Bugün A hərfini keçmisiniz, sabah B-ni keçəndə A-nı unudur. Və yaxud da ki, deyirsiniz ki, evdə gedib əllərini yuyub paltarını dəyir, gəl otur masaya, gedib paltarını dəyişir, əlini yumamış masaya oturur. Yəni orada şematalar tam olaraq oturmur ona görə. Və daha sonra nə baş verir? Daha sonra ümumi olaraq burada Piaget'in bu dövründə uşaqlarda belə deyək, assimilyasiya, bir də həddindən artıq ümumiləşdirmə olanda assimilyasiya olacaq, bir də olacaq akodamasiya. Assimilyasiyada uşaq nə edir? Uşaq pişiyi görür, meşəyə gəzinti yaparsınız, uşaq dələni görür. Və dələni gördüyü zaman 4 ayaqlıdır, o da tüklüdür. Xüsusiyyətləri bunu uyğunlaşdıra bilir deyə dəliyə deyir ki, pişik. Sonra yaxınlaşdırırsan uşağı, deyirsən ki, bax, akadamasiyanı termin kimi görəcəksən ilkin əməldə, konkretdə artıq uşaq tam şəkildə akadamasiyanı, yəni belə deyək də, yerinə yetirməyə bacaracaq. Məsələn, gətirirsən, yaxınlaşdırıb, deyirsən, bax, dələnin quyruğu daha uzundur və əyridir. Məsələn, dələnin sifəti uzunsovdur. Bu pişik deyil, bunun adı dələdir. Uşaq artıq görür ki, əvvəl bildiyi nələrlənsə uyğunlaşdıra bilmir, artıq deyir ki, hə, düz deyirsən. Bu pişik deyil, bu dələdir. Artıq orada uyğunlaşdıracaq. Assimilyasiyada həddindən artıq ümumiləşdirir. Çünki başqa təcrübəsi var onun. Nəyisə görüb və orada nəyisə gördüyü üçün onu başlayır, belə deyək də, uyğunlaşdırmaq ona. Daha sonra nə baş verir burada? Burada uşaqlarda sehirli düşüncələr baş verir. Birinci olaraq xəyali dostu var. Xəyali dostu müəllimlər mən araşdıranda Piaget'ə görə 6 yaşa qədər normaldır. Psixologiyaya görə 8 yaşa qədər normaldır. Hətta biz bir təlimdə idik, sinif müəllimləri vardı orada. Məsələn, onlar deyirdilər ki, bizim uşaqlarda xəyali dostlar çoxdur. Məsələn, necə tutaq ki, deyirdi biri, Ömər adında bir şagirdim var. Özünü, çantasını gətirirdi, yanında qoymurdu heç kim otursun, deyirdi ki, əli oturacaq orada, əlinin yeridir ora, məsələn, heç kim orada oturmasın. Əslində, psixoloqlar da deyir ki, 8 yaşına kimi normaldır, amma 8 yaşdan sonra artıq bir psixoloji, belə deyək də, pozuntu kimi nəzərə tutulur. Mütləq şəkildə psixoloqa, nevroloqa uşaq göstərilməlidir. Xəyali dostlar burada özünü göstərir. Burada artikalizm var, bir animizm var. Animizm belə bir şey deyək ki, cansızlara canlı xüsusiyyətini yükləməkdir. Məsələn, telefonu əlində oynayır,
oynatdığı zaman telefondan acayip bir səs çıxırsa, uşaq diz atır yerə, deyir telefon mənə hirsləndi. Və yaxud da qapı onun ayağına dəyərsə elə bilir ki, qapı onu vurur. Və yaxud da ki, ayıcığını yedizdirməyə çalışır. Elə başa düşür ki, canlıdır. Artikalizmdə isə insanların təbiəti dünyanı idarə etdiyini düşünür. Məsələn, yağış yağır, deyir ki, anam dama çıxıb vedrədən su tökür. Atam pambıqları tökür. Bir də burada tərsinə saymama əməliyyatı var. Bunu bəzən mən görürəm, müəllimlər bu tərs mənasını ilkin əməli dövrdə tərsinə saymama əməliyyatını belə öyrədirlər ki, müəllimlər bu riyazi bacarıqlarla bağlıdır. Xeyr, Piaget bunu orijinalında riyazi bacarıq kimi göstərmir. Riyazi bacarıq kimi misalları var, amma belə bir şey deyil. Məsələn, deyir ki, misal kimi verir. Deyir ki, uşağa deyəndə 7-nin üstə 3 gələndə neçə edir? Uşaq deyir 10. Sonra deyirsən ki, 3-ün üstə 7 gələndə neçə edir? Bilmir. Bir də deyir uşağa belə bir sual versən. Deyirsən ki, Səmanın bacısı var. Deyir uşaq deyir ki, hə var. Nədir adı? Adı kimdir? Adı nədir? Adı Aytacdır. Yaxşı, Aytacın bacısı var. Deyir bilmirəm ki. Aytacın bacısının Səma olduğunu deyə bilmir. Çünki tərsinə çevirə bilmir. Və yaxud da deyirsən ki, aptekin yanında nə var idi? Deyir, məktəb var, xəstəxana var. Yaxşı, xəstəxananın yanında nə var? Onu deyə bilmir ki, xəstəxananın yanında məktəb, sonra da aptek var. Tərsinə çevirə bilmir bu dövrdə uşaqlar. Bir də müəllimlər, ekosentrik dövrdə nitqə rast gələcəksiniz ki, Piaget minimal deyirdi nitqə. Adətən nitqi yox, ünsiyyəti minimallaşdırırdı. Nitq var idi orada. Necə nitqidir? Uşağın öz nitqi idi. Necə? Bunu görəcəksiniz. Ekosentrik nitq, bir də ekoseptrik nitq. Əgər ekoseptrik nitqəyəmsə, necə olacaq bu? Uşaq əşyalarla oynayır. Daxili nitq kimi bir şeydir. Əşyalarla oynadığı zaman başlayır nitqində o əşyaları belə deyək də obrazlaşdırmaq. Hətta bunu Vygotskyinin akokomponent nitqi var, müşahidəçi nitqi. Bəzən ona belə bənzədirik. Amma məsələ burasındadır ki, Vygotskyinin akokomponentində biz kubları görəcəyik, legoları görəcəyik. Amma Piagetdə ümumi olaraq məhsuldar fəaliyyətin gördüyü yapma, quraşdırma, rəsm, aplikasiya fəaliyyətlərdə bunu görə bilərik. Bir də var ekosentrik nitq. Ekosentrik nitq tək başına deyil. Uşaq bir kollektivin içərisindədir, amma heç kimlə ünsiyyət qurmur. Başlayır öz-özünə danışmağa, məqsədi odur ki, hər kəs ona baxsın. Hər kəs özünə cəlb edir. Məsələn, öz-özünə oynayır, güzgüyə baxır, öz-özünə danışır. Mən hamıdan qəşəngəm. İstəyir ki, hər kəs ona baxsın, amma heç kimdən ünsiyyət qurmur. Bu da onun ilkin əməli dövrünün xüsusiyyəti, ilkin əməl dediyimiz, yəni əməliyyatlar öncəki dövrün xüsusiyyətləridir. Konkret dövrdə artıq hər şey konkretləşir. Yəni uşaq artıq belə deyək də, kompüter, planşet, dələ, pişik, bu kimi qarışıqlar baş vermir uşaqda artıq. Burada artıq mühakimələr baş verə bilir. Məsələn, uşaq artıq məntiqi düşünə bilir. Burada induktiv əməliyyatlar, induksiya dediyimiz əməliyyatlar daha doğrusu. Məsələn, ümumi bir anlayışa gəlmək üçün xüsusi anlayışlardan istifadə. Alma, armud, heyvanlar, hamısı meyvədir. Bunları bilir. Və hər şey onun üçün konkretləşir. Gəlirsiniz formala. Əslində formal mürəkkəb bir mərhələdir və formal mərhələ ümumi olaraq bizim xüsusiyyətlərimizi də özündə birləşdirir. Burada nə var? Burada bir çox şey var. Hətta egosentrizm burada da var. Amma hansı egosentrizm? Yeniyetməli egosentrizmi. Piaget deyir ki, formalda bir egosentrizm var. Yeniyetməli egosentrizmi. Bunu deyir, heç də qarışdırmayın ilkin əməli ilə. Niyə qarışdırmayaq ilkin əməli ilə? Bir ona görə ki, orada uşağıdır, burada artıq böyükdə anlayır nənədir və o başlayır özünü mərkəzdə hesab etməyə və bu özünü iki şəkildə göstərir. Ya çölə dönük uşaq, ya içinə qapanır. Necə? Bəlkə də ətrafınızda var yeniyetmə uşaqlar, ya özünü çox sevir, ya da ki, elə düşünür ki, çox çirkindir. Məsələn, özündə bir sivilcə var, elə başa düşür ki, hər kəs ona baxır, deyir ki, bu çirkindir. Və yaxud da birdən-birə boy atırlar, boylarından utanırlar. Çəkiləri artır, çəkilərindən utanırlar. Ekosentrizm, elə başa düşürlər ki, hər kəs onlara baxır. Biri çox gözəl zənn edir özünü, digəri isə özünə güvəni çox aşağıdır. Amma yenə də mərkəzdə hər biri özünü görür. Sonra nə var burada? Burada konseptual düşünmə var, konsept halında. Sistemli şəkildə düşünür artıq uşaq. İşini planlaşdırır artıq uşaq. Burada artıq uşaq debatlarda iştirak edir. Provokativ suallar var. Burada nisbi düşüncə var. Sənə görə, mənə görə. Mücərrəd anlayışlar var. Mücərrəd anlayış dediyimiz haqdır, ədalətdir, kimdir, bu kimi anlayışlar bir də nə var? Bir də uşaq artıq burada fizika elmi ilə məşğul olur. Mücərrəd bir şey düşünür. Məsələn, dinozavrların nə siz, nə mən, nə heç kim görməyib. Amma uşaq dinozavr haqqında bir təsəvvürə malik olub, neysə araşdırmaq istəyir. Tutaq ki, kosmos
Onun üçün mücərrətdir. Amma kosmos haqqında bir araşdırma edir. Astronomiya bir, nə bilim, marağı var uşağın. Bunun özü belə mücərrətdir Piagetə görə. Formalda özünü göstərir. Sonra hipotetik düşünmə var. Məsələn, özümün minimumu ilə başqasının maksimumu qarşılaşdırır. Deyir ki, mənim də elə vəsaitim olsa, mən də çox yaxşı oxuyaram. Mənim də elə paltarlarım olsa, mən də çox gözəl olaram. Özünün minimumu başqasının maksimumu qarşılaşdırır. Bu da özünü göstərir hipotetik düşüncədə. Bu şəkildə müəllimə. İndi siz hansı hissəni dərk eləmirsiniz, onu bilmək istəyirəm. Elə bunları deyirdim müəllimə. Deyirdim, yəni bir başa düşdüyüm dildə olsaydı yadımda saxlayardım. Başa düşdünüz Elə bunları müəllimə? deyirdim. İndi biraz başa düşdüm. Görə yadımda qalacaqmı? Qayda ataram, baxarsınız. Müəllimə, qayda atarsınız, təkrar yazıb baxaram. Bir də müəllimə kimsə aşağıdan yazıb ki, şemata nədir? Müəllimə, şemata uşağın ətrafı anlamaq, qavramaq üçün belə deyək də, zehnində yaratdığı bir quruluşdur. Aydındır? Yəni dünyanın sxemləri vasitəsilə uşaq anlayır və burada da sxem inkişaf etdikcə uşaqda düşüncə də başlayır inkişaf etməyə. Və hər yeni bir təcrübə onun sxeminə daxil olur, uyğunlaşdırılır. Sxem dəyişə də bilər, eyni də qalır, amma Piaget əslində deyir ki, sxem dəyişsə, dəyişdiyi zaman inkişaf baş verir. Eyni qalanda inkişafı biz görmürük. Aydındır? Məsələn, Müəllimə, Müəllimə, hə, buyurun. Buyurun müəllimə, buyurun. Aynur müəllimə, bir də o Emiliyada da əməkdaşlıq var idi. Bu sosiallıq vardı. Waldorfda da, Vygotsky'də də sosiallıq. Onları necə ayırmaq olar? Emiliya bir yanaşmadır, Vygotsky nəzəriyyədir. Nəzəriyyə ilə yanaşmanın fərqi ondan ibarətdir ki, nəzəriyyə faktları əsasındadır və bura müəyyən vaxt ayrılıbdır. Yanaşma da sadəcə təcrübəyə gətirilən bir şeydir. Emiliya sosial konstruksiyadır. Yəni o deyir ki, əməkdaşlıq edib öyrənirdi və bunu təcrübədə göstərirdi. Sən özünü göstərirdi ümumi olaraq belə deyək də nəzəri biliklərlə əməkdaşlıq vasitəsilə uşağın daha yaxşı öyrənəcəyini bizə belə deyək də təqdim edir. Məsələ də burasındadır ki, heç bir zaman testdə yanaşma ilə nəzəriyyəni eyni görməyəcəksiniz. Elə, dedim onları necə ayrı deyək, ikisində də sosiallıq var. Onları da yəni dedim düşsə necə ayırmaq olar? Yəni müəllimə, onlar eyni düşməyəcək. Çox sağ olun müəllimə. Başqa müəllimlər sualınız? Müəllimə, hissi hərəki ilə hissi əməlin fərqi nədir? Hissə hərəki, elə hiss hərəkidir, hissə əməli deyilən bir mərhələ yoxdur. Testdə də rast gəlirsinizsə, elə bir şey yoxdur, sadəcə sizi biraz yanıltmaq üçündür. Aydındır? Elə testə görə sual verdim. Bildim, Çox sağ olun. Siz sağ olun, buyurun. Müəllimə, axşamınız xeyir olsun. Axşamınız xeyir, buyurun. Müəllimə, hipotetiklə konseptualın fərqi nədir? Konseptual geniş düşünməkdir, konseptual. Bir də ki, müəllimə, bu Erik Erikson nəzəriyyəsi düşəcək. Erikson nəzəriyyəsini müəllimə biz müsahibə üçün hazırlayırıq. Orada sizin çərçivənizdə Erikson yoxdur. Hə, onda sertifikasiyada düşməyəcək, müsahibədə düşəcək. Düzdür. Çox sağ olun. Hə, müəllimə, hipotetik düşüncə bayaqlarım dedim, özünün minimumu ilə başqasının maksimumunu qarşılaşdırır. Məsələn, tutaq ki, belə bir şey deyim də, orada ümumi olaraq siz görəcəksiniz ki, uşaq deyir ki, məsələn, necə izah edeyim, mənim də olsaydı. Bax, belə bir cümlələr var. Mənim də olsa, mənim də elə broşum olsa, mənim də saçım yaxşı olar, elə qələmlərim olsa, mən də sərgəli yazaram. Amma konseptual düşünmə bir konsept var, sistemlilik var. Yəni, belə bir şey deyək də, konkret bir düşüncədir və bunu konseptual bir düşüncəyə gətirirsiniz. Ümumi anlayış kimi bir şeydir konseptual düşünmə. Yəni, konseptual düşünmə anlayışlarla düşünmə bacarığıdır. Mən bir şeyi sistemli şəkildə düşünürəm. Gəlin, sistemləşdirək bir şeyi. Bax, məsələn, deyirəm ki, bir-biri ilə əlaqələndirək. Deyirəm ki, dənizi çirkləndirməyək. Dənizi çirkləndiriksə bizim bədənimiz də zəhərlənər.
Düşünürsən ki, niyə dənizi çimmirəm və yaxud da ki, dənizin suyunu içmirəm. Niyə? Deyirlər ki, məsələn tutaq ki, ora biz tullantı atırıq. O tullantı ilə balıqlar qidalanır. Bədənlərinə toksit qəbul olunur. Daha sonra biz o balıqla qidalandığımız zaman biz də o toksiti qəbul etmiş oluruq. Bax, sistemləşdirdi. Bu konseptualında düşünmədi. Anlayışları gətirdi, ümumiləşdirdi. Aydındır? Bu da konseptual. Hə, bir də ki, bu inkişaf etdirici mühitin funksiyaları var. Bəli, bəli. Onları açıqlamasını verərdiniz. Verərəm. Başqa Tərbiyə funksiyadır, Hə. nə bilim, stimullaşdırma. Bildim nə deyirsiniz müəllimə, anladım. Müəllimlər, sualınız yoxdursa, onları izah edə bilərəm. Var başqa sualınız? Yoxdursa izah edeyim. Birinci olaraq müəllimə onu deyim ki, inkişaf etdirici mühit dedikdə bir müəllim uşağı inkişaf elətdirmək üçün ona bir mühit qurmalıdır. Bu mühiti qurub geri çəkilərsiniz, orada əməkdaşlıq edərsiniz və yaxud da ki, etməzsiniz. Bu sizin öz işinizdir. Amma mütləq şəkildə o uşaqla birlikdə inkişaf etdirici mühit qurulmalıdır. Yəni o mühiti qurub müəllim belə deyək də uşağın inkişafı üçün nəyisə təmin etməlidir. İnkişaf etdirici mühitin təmin olunması üçün nə lazımdır? Birinci olaraq inkişaf etdirici mühitin təmin olunması üçün biz inkişaf etdirici mühitdə sosial, fiziki, bir də zaman mühitini belə deyək də tam şəkildə əhatə etməliyik uşaqlarda. Bir də gürçə yaratmalıyıq. Gürçəni yaratdıqdan sonra nə olur? Deyir ki, əgər uşağı inkişaf elətdirmək istəyirsənsə, funksiyaları da nəzərə almalısan. Hansı ki, o funksiyalardır ki, bir uşağın yaxşı şəkildə inkişafını təmin edir. Məsələn, tərbiyəvi funksiya deyirsiniz. Tərbiyəvi funksiyanın ən başlıca əhəmiyyəti ondan ibarətdir ki, tərbiyəvi funksiya uşaqları hər tərəfli inkişaf elətdirir və əməkdaşlığa sövq edir. Əgər bir uşaqda tərbiyəvi funksiya varsa, burada ümumi olaraq əməkdaşlıqdır, əlaqədir, bir-biri ilə münasibət qurmasıdır, bundan ibarət olan bir şeydir. Məsələn, bir uşağın ümumi olaraq informasiya funksiyasını təmin etmək istəyirsinizsə, siz hər bir əşyanın ona nəsə bir məlumat ötürməsinə şərait yaratmalısınız. Yəni, uşaq hansısa bir əşya ilə oynayırsa, o əşya ona bir məlumat verməlidir, informasiya verməlidir. Əşyaların informasiya ötürücü funksiyası olmalıdır. İnformasiya funksiyası bunu deyir müəllimə. İnkişaf etdirici mühitdə ümumi olaraq bir psixoloji sağlamlığın qorunması var ki, mən əgər uşağa sadədən mürəkkəbə tapşırıqlar verirəmsə, uşağın emosional vəziyyətini nəzərə alıramsa, materialları onun yaşanlıq səviyyəsinə uyğunlaşdırıramsa, demək ki, mən onun psixoloji sağlamlığını qoruyuram. Yaxşı, əgər material onun səviyyəsinə uyğunlaşırsa, avadanlıqlar yaxşı yerləşdirilirsə, mən orada azad sahə yaradıramsa, mən orada təklik gürçəsi yaradıramsa, bu onun psixologiyasına necə təsir edəcək? Uşaq dəyərli olduğunu hiss edir. Uşaq ona qayğı göstərildiyini hiss edir. Uşaq həm azad oynaya bilir, həm tək başına oynaya bilir. Yəni azad gürçə dediyimiz, sahə dediyimiz yer necədir? Bir uşaqların sərbəst şəkildə oyunlar oynadığı yer azad sahədir. Və yaxud da ola bilər ki, uşaq o gün əlaqə qurmaq istəmir, əməkdaşlıq etmək istəmir, təklik gürçəsində tək başına oynamaq istəyir. Təklik gürçəsində gedəcək uşaq tək başına oynayacaq. Burada ümumi olaraq, yəni uşağın psixologiyasına təsir edən bir amildir. Təşkilati funksiya var ki, mən ümumiyyətlə mühiti elə bir şəkildə təşkil etməliyəm ki, burada ümumiyyətlə uşağın yaşıdır, fərdi xüsusiyyətidir, ehtiyaclarıdır, hər bir şeyini nəzərə almalıyam. Və burada nəzərə aldığım şey yaxın inkişaf zonasında nəzərdə tutulur. Yaxın inkişaf zonası nədir? Uşağı öyrədirəm, öyrətdiyim zaman yaşını, anlaq səviyyəsi, hər bir şeyi nəzərə alıram və burada uşağın ehtiyacına, marağına uyğun şəkildə bir fəaliyyət verirəm. Sonra bunun hər birinin həyata keçirdikdən sonra artıq mən uşağı inkişaf etdirmiş oluram ya, yəni. İnkişaf etdirmiş olduğum zaman nədir? İnkişaf funksiyası mənə nə deyir? Deyir ki, müəllimə, sən uşağı yaxın inkişaf zonasında elə öyrətməlisən ki, o aktual zonaya gəlib özü çata bilsin. Yəni, aktual zonada gəlib çata bilsin, yox, daha doğrusu aktual zonanı tək başına həyata keçirdə bilsin. Yəni, inkişaf funksiyası deyir ki, ümumi olaraq yaxın inkişaf zonasında uşağı ehtiyaclarını nəzərə almısansa, maraqlarını nəzərə almısansa, yaxın inkişaf zonasında ümumi olaraq uşağa uyğun tapşırıq vermisənsə, müəllimlər gəlir səsim, deyəsən internet bağlantısı getdi. Müəllimə, səs kəsildi. Hə, məndə internetdə problem oldu. Eşidirsiniz məni? İnternet öz
İndi gəl, indi aktual zonada olmalıdır. Şagird isə yaxın inkişaf zonasında. Məsələn, belə bir şey düşsə, biz orada inkişaf funksiyasını götürməliyik. Müəllimə, orada deyir ki, ümumiyyətlə inkişaf funksiyası odur ki, əgər davamlılığı düzgün şəkildə təmin etmisənsə, bir müəllim olaraq, ümumi olaraq uşağı yaxın inkişaf zonasına yaxşı öyrətmisənsə, aktual zonasında o artıq özü tək başına işləyə biləcək. Yəni aktual zonada zonaya uyğun şəkildə yaxın inkişaf zonası qurmalısınız. Çünki müəllimə, elə bir Telegramda elə bir suala rast gəlmişdim. Onun Necə üçün sual deyirəm. müəllimə? Necə sual? Öyrənmə mərkəzləri aktual zonada olmalıdır. Məsələn, şagird də öyrənci Yaxın yəni inkişaf. şagird yaxın inkişaf zonasında O inkişaf funksiyasıdır. Yəni bu hansı funksiyadır? aktual zonaya uyğun şəkildə sən yaxın inkişaf zonasında etməlisən uşağı. O inkişaf funksiyasına aiddir, bəli. Yəni sual da belə qoyulmuşdu ki, yəni bu hansı funksiyadır? O inkişaf funksiyasıdır. Aydındır? Bir də təşkilati funksiya belə bir sual qoymuşdu ki, mühit dinamik olmalı, dinamik mobil olmalıdır. Dinamik mobil elə onun sözüdür, o təşkilati funksiyadır. Təşkilati Orada yəni funksiya. ümumiyyətlə uşağın ehtiyaclarına, xüsusiyyətlərinə, qabiliyyətinə uyğun şəkildə bir mühitin qurulmasıdır. Materialları ona uyğun şəkildə uşağa verməlisən. Bir də bu psixoloji sağlamlığın qorunması, yəni orada uşağın üstünə çığırmaqdır, ona təzyiq Yox, göstərmək. müəllimə, o daha çox ümumiyyətlə belə deyək də, otağın tərtibatı ilə əlaqəli olan bir şeydir. Əyani vəsaitlərin, yəni əyani vəsaitlər demək, otağın tərtibatı necə? Psixoloji. Mən uşağın psixologiyasını nəzərə alıram. Birinci, ehtiyacına uyğundur, yaş səviyyəsinə uyğundur, materialını təmin eləmişəm. Amma bir də var ki, mən uşağın psixologiyasını nəzərə alanda orada ona həm azad zona yaratmalıyam, həm təklik zonası. Yəni həm sərbəst şəkildə digər uşaqlarla oynasın, həm də bu gün psixologiyası məsələn təkliyə meyllidir. Uşaq gedib tək oynamaq istəyir, o belə deyək də zonanda onu yaratmalıyam. Yəni uşağın istəyinə, bir də psixoloji durumuna görə ona mühit yaradırıq. Bəli, bu şəkil. Aydındır? Oldu mənim. Başa düşdüm, sağ ol. Siz sağ olun. Başqa müəllimlər varmı sualınız? Müəllimlər, bir saatımız tamamlanır, bir neçə dəqiqə. Ona görə dərsi qalsın, sonra izah eləyərəm, gec olacaq. Üzr sayın, vaxt olduqca mən sizlə belə deyək də, dərslər təşkil eləyəcəm, testlər yerləşdirəcəm, işləyəsiniz. Nə sualınız varsa buyurun, hələ ki vaxtımız var. Müəllimə, bir də bir şey. Bu diferensial təlimdə o deyir, fəaliyyəti necə təqdim eləmək olar? Model, fəaliyyət, maddi, onlar nə deməkdir? Müəllimə, anlamıram sizi. Siz o testi gərək mənə... Diferensial təlimdə, nə bilim, diferensial təlimin hissələri, nəticə, qiymətləndirmə, proses. Müəllimə, o fənə aiddir, o bizə aid deyil ki. Zahid deyil elə. Xeyr müəllimə, o bizə aid deyil. Ümumiyyətlə, əgər bağça diferensial təlimdən danışırıqsa, ümumiyyətlə hamı eyni işi görsün, amma hamı öz belə deyək də qavradığı kimi eləsin. Hamı nağıl öyrənsin, amma biri audialdısa audial öyrənsin, biri vizualdısa vizual, digəri kinestetikdirsə kinestetik. Aydındır? Onu başa düşürəm. Diferensial nə deməkdir, onu başa düşürəm. Prosto o təlimdə o element nə deməkdir, nə bilim, onun hissələri. Yox, o ümumiyyətlə bizə aid deyil, onu yadınızda saxlayın. Amma ki, onu quizdə də bağça müəllimləri üçün vermişdilər, elə bir quiz O hazır. qədər çox yersiz testlər paylaşılır ki, o Mən də dedim, Beyninizi onu yormayın. Sadəcə bizdə diferensial təlim odur ki, diferensial təlimdə məqsəd eynidir, amma yerinə yetirilmə yolları fərqlidir. Fərdi və fərqli yanaşma. Bəli. Fərdi deməyə fərqli yanaşma. Proqramda dəyişiklik olub, belə bir şey düşəcək bizə. Kim deyir, yox, mənim elə bir şey yoxdur. Elə bir suallara rast gəldim, ona görə dedim. Elə bir şey yox. Çox sağ ol mənə. Aslanmış ilerdim ben. Buyurun. Ben bir sual verim ben. Bu iş usulları, iş formaları. Mən eşitmişim ki, iş formaları uşağa görə, yəni uşaq seçir də, uşağa görə baxırıq, uşağın potensialına baxıb seçirik də. Ancaq iş usulları müəllimi özü seçir.
Düzdür bu müəllimə. Yəni iş formalarını müəllimə seçməlidir. İş üsullarını iş formalarını da müəllimə seçməlidir. Yoxsa məsələn uşağın potensialını, yəni elə uşaq var ki, qruplarla işləmək istəmir, ya kollektiv işləmək istəmir, ya cütlərlə işləmək istəmir. Yəni biz onu fərdi qoyuruq da, seçirik. Bu belə olur, yoxsa necə müəllimə? Deyim müəllimə, əslində belə bir şey deyim ki, müəllimə, iş üsulu ilə iş formasını seçmək bir müəllimin hüququdur. Yəni onu da belə bir şey deyir ki, elə deyilmir uşaq seçir. Deyir ki, iş üsulu müəllimin, forma isə uşağın seçimidir. Amma o seçimdə o deyil. Mən uşağa deyirəm bugün kollektiv işləyək, yoxsa qrup. Mən qrupumun xüsusiyyətlərini bilirəm. Məsələn, kommunikativ bacarıqları yaxşıdırsa, kollektiv iş forması məndə hər zaman yaxşı nəticə verəcək və yaxud da ki, qrup. Aydındır fikrim. Məndə çox yaxşı nəticə verir. Mən onu amma iş üsulu ilə formasının fərqini deyim belədir ki, müəllimə. İş üsulu necə öyrədirik deyir bizə. Yəni mən təlimi hansı yolla öyrədirəm uşağa? Sualla mı öyrədirəm, müzakirə ilə mi öyrədirəm, nəqli hücumla mı öyrədirəm, klaster yaradıb mı öyrədirəm? Yəni necə öyrədirəm? İş forması da deyir ki, kimlə öyrədirəm, necə təşkil edirəm? Uşaq kimdən yaxşı öyrənir, təkmi yaxşı öyrənir? Necə təşkil olanda uşaq yaxşı öyrənəcək? Təkmi, qrupmu, yanında bir uşaq olanda mı, yoxsa hamısı birgə cavab verəndə mi məsələn? Aydındır fikrim? Bəli, aydındır müəllim, anlayıram nə deməkdir. Bu, yəni bilirəm, mən nəsə elə bir siz demişəm, səhv başa düşmüşəm. Elə bilmişəm ki, uşaq seçir, uşağın potensialına uyğun müəllimə özü seçir. Müəllimə, niyə iş forması uşağa deyirik? Ümumi olaraq belədir ki, iş forması əsasən qrupa görədir. Yəni uşaq kimlə öyrənir, necə şəkildə öyrənir və ya qrupa görə necə öyrənəcək budur. Amma məsələn tutaq ki, belə bir şey deyim ki, əgər üsul seçirəmsə necədir, təlimin metodu nədir, mövzuya görə bir üsul seçməliyəm deyə onu daha çox mən maraqlandırmalıyam, məni maraqlandır. Amma qrupumu forma maraqlandırmalıdır. Çünki mən bilməliyəm də uşaq ola bilər ki, mövzum çox maraqlıdır, amma bir uşaq onu tək başına daha yaxşı mənimsəyir və yaxud da ki, bir uşaq qrupda onu müzakirə edəndə ona daha xoş gəlir. Ona görə iş forması uşağa deyil. Amma o demək deyil uşaq seçir onu. Aydındır, hətta Bir də çalışmalarımız bütün iş formalarından istifadə eləyəsən il ərzində. İl ərzində yox, hətta çalışmaq. Mən sizə belə Ay ərzində də ay ərzində yox, gün ərzindədir. Gün ərzindədir. Ülkə müəllimə, gəlin deyim. Fərdi iş formam ki var. Fərdi iş formam əslində müəllimə kollektivdən oxşardır. Bilirsiniz niyə? Bir müəllim fərdini kollektiv yazırsa, orada fərdi də vermiş olur. Çünki ümumi şəkildə uşaqlara sual verib, ondan xorla cavab almırsan ki, bir-bir soruşursan. Düzdürmü? Burada fərdi işini görür. Bir müəllim, hətta onu deyim ki, bir dərs prosesində kimə məqsədə də uyğun şəkildə, mövzuya uyğun şəkildə 4 dənə iş formasını yaza bilər. Necə yazar? Fərdini də yazar, üstü də yazar, qrupu da yazar, kollektivi də. Və mən deyirəm ki, bunu həyata keçirdə bilirəm. Keçirdə bilirsənsə yaz. Sənə heç kim də heç nə deyə bilmir. Amma məsələ burasındadır ki, Ülker müəllimə. Məsələn, tarix ancaq əvvəlcədən yazırıq. Əvvəlcədən yazmısan, dərs keçində görürsən ki, sən yazmısan ora cütlər, bir də məsələn yazmısan kollektiv, amma qrup yazmamısan. Görürsən ki, bu mövzunda qrup çox effektiv olacaq. Sən onu dəyişə bilməzsən. Yazmısansa həyata keçirməlisən, yazmamısansa onu həyata keçirdə bilməzsən. Elə onu deyəcəkdim. Məsələn, mən əlavə eləmişəm bir dənə. Məsələn, kollektiv fərdidir. Mən qrupu da əlavə elədim. Çünki mən elə planlaşdırırdım. Ancaq deyirəm odur ki, müəllimə, bunu mən yazmamışdım da. Siz bilirsiniz, 2 müəllimə olur qrupda. Məsələn, 2 həftə bir müəllimə yazır, 2 həftə bir müəllimə yazır. Yəni sırf həmin gündən mənim yazdığım deyil, həmin o Simenç kimin yazdığı. Bildim, Ülker müəllimə o da doğru deyil, hə? Ülker müəllimə o da doğru deyil. Hərə öz planını öz yazır. Mən öz planımı yazsam, mən biləcəm ki, mən bu həftə nə eləyəcəm, nə eləyəcəm. Yəni əvvəlcədən planlaşdıraram, ona da uyğun gedərəm. Amma sırf o müəllimənin yazdığı, ya mənim yazdığımı o düzgün necə deyirlər, reallaşdıra bilmir, onu yazdığını da mən reallaşdıra bilmirəm. Biz də belə eləyim də, bir həftə axşam fəaliyyətini biriniz yazın, səhər fəaliyyətini də biriniz, hərə öz fəaliyyətlərini yazsın. O daha effektiv olur Ülker müəllim. Həqiqətən, elə eləyin. Yəni heç məqsədə uyğun deyil, düzgün də deyil sizin belə yazmağınız. Müəllimə, bizdə məsələn səhər ismini yazırlar. Bizdə elədir. Səhər ismini öz proqramını yazır, axşam ismini öz proqramı. Elə daha yaxşıdır. Bildim Ülker müəllimə, siz nə demək istəyirsiniz? Demək istəyirsiniz ki, dəyişiklik etmişəm, o planı özüm yazmamışdım deyə dəyişiklik etmişəm. Mən olsaydım
qrupu yazardım. Amma müəllimə yazılıbsa həyata keçirdin, yazılmayıbsa sonradan yaza bilməzsiniz. Aydındır. Başa Məsələn, mən düşdüm. də onunla razı deyiləm. Tutaq ki, hətta elə bağçalar var ki, tələb olunur ki, 2 həftə əvvəldən hazırla planını, 1 həftə yox. Mən Bəli, ona bəli, razılaşmıram. bəli. Məsələn, biz özümüz mən özüm rayon yerində tutaq ki, gəlir də bağçanın həyətində qaz gəlir. Körpələr qrupu ilə işləyəndə yazırdım ki, həyətə gəlmiş qazın müşahidəsi. Bəlkə həmin həftə qaz gəlməyəcək, toyuq gələcək. Məsələn, mən bu gün yazılmasının daha tərəfdarıyam, hər gün yazılmasının. Çünki müəllim orada bilir nə edir. Həqiqətən o daha yaxşıdır, nəinki 1 həftə əvvəldən. Ya da ki, müəllimə, gərək özümüzdən qaz gətirək ki, həm Bəlkə də Vallahi. müşahidəyə siz müdaxilə edə bilməzsiniz. Müşahidə təbii prosesi. Məsələn, mən müşahidə edirik, yağışın yağmasını, günün çıxmasını, ya fərqli ildırımın çaxmasını, yəni müxtəlif də, yəni hava şəraitini ona görə Həmin gün yazılır. yağmasa necə? Yağmır da, elə vaxt olur ki, yağmır müəllim. Gəlin razılaşaq da, Küləklə. külək olmur. Bəli. Mənə görə də o yaxşı bir şey deyil. Məsələn, hava proqnozunda deyir yağış olacaq, amma yağmır. Hər gün yazılmır axı müəllimə. Bizdən tələb 1 həftə, 2 həftə qabaqdan yazılmasıdır. İndi hər gün yazılmaq deyir ki, müəllim səriştəli müəllim deyil, amma mənim fikrimdə hər gün yazılsa daha yaxşı olar. Əslində müəllimə bir söz deyim, nəticə yönümlülük deyirsiniz. Bəs müəllimə yazıb nəticə yönümlülük. Nəticə yönümlülük uşaq yönümlülüyünə zidd olan bir şeydir. Əgər mərkəzdə uşaq varsa, mən nəticəmi fikirləşməli deyiləm. Əslində o proses Çünki uşaq olmur ki, necə sən həmin vaxt reaksiya verəcəksən, nə eləyəcəksən, yəni düz deyirsiniz müəllimə. Bir də nəsə deyəcəkdim müəllimə, planlaşdırma haqqında fikrimlə çıxdı. Orada müəllimə yazmışdı nəticə yönümlülük. Nəticə yönümlülüklə məsələn mən didaktik prinsiplərin düzgün şəkildə qurulmadığını da düşünürəm. Deməyim belə. Düzdür, ölkədə müəllimləri hər tərəflidir. Amma mən nəticəmi ideyalar müəllimə təkliflər irəli sürürsüz. Vallahi həmişə sizdən başqa heç kəs demir ki, inşaat sahələri, sosial emosional inşaat sahəsinin yəni işlətmək olar, bir standart kimi seçmək olar. İlk siz deyirsiniz. Yəni heç kəs sizin sözünüzü təsdiqləmir. Ancaq siz deyirsiniz, həm də arxasında durursunuz. Yəni buna uyğun necə deyirlər? Nəticə yönümlülük demirəm, müəllimə. Bu mənim öz fikrimdir, bu şəxsidir. Amma o sosial emosional şəxsi fikir deyil. Sadəcə onu bilin ki, bu sizin özünüz. Yəni mən ilk sizdən eşitmişəm. Yəni onu da deyirsiniz, açıqlamasında deyirsiniz. Yəni açıqlamasına uyğun da gəlir sizin dediyiniz. Yəni mən razıyam sizinlə də. Çox sağ olun müəllimə. Belə bir şey də deyim ki, müəllimə, belə deyim də, mən əslində bu nəticə yönümlülüklə niyə razı deyiləm? Nəyin açıqlaması müəllimə? O standartın onun açıqlamasını deyirəm. Nəticə yönümlülüklə belə razı deyiləm ki, mən bir nəticə gözləyirəm. Axırda bir şey gözləyirəmsə, onda uşaq yönümlülüyə hanı uşağın meyli, marağı, potensialı, mənim orada plan qurmağım falan elə də olmalı deyil. Axı uşaq yönümlülüyü ümumiyyətlə dünya Onlar müəllimə, məqsədimizə çatmaq üçün, yəni biz əvvəlcədən planlaşdırırıq, məqsədimizə çatmaq üçün o uşaqda necə deyirlər, reallaşdırılacağımız o bacarıqlara bilirəm nə deyirsiniz, amma biz onu düşünməməliyik, əgər uşağı mərkəzdə hesab ediriksə. O öz yenə biz yönəldirik. Aysa, düzdürmü? Hə. Bəli. Sosial emosionalı rəslə müəllimə necə? Məsələn, sosial emosionalı tutaq ki, 4-2-3 standartı var. Problemin həllində iştirak edir. Bunu gətirib bir məşğələ prosesinə qoya bilərsiniz. Məsələn, problemimiz var. Oyuncaqlarımızı necə bölüşək, paylaşmaq da bir problemdir və yaxud da başqa bir şey. Və yaxud da ki, sosial emosionalı bədii təfəkkürə gətirib qoya bilərəm. Bədii təfəkkürdə mən nağıldan nitqi dinləyib anlamaq yox, uşaqda hiss formalaşdırmaq istəyirəm. Bu formada. Aydındır. Orada da artıq siz mövzunuza əsasən onu edə bilərsiniz. Ki, bunu da sizə heç kim qadağan edə bilməz. Elə müəllimə, buyurun. Qurbansıza bir dənə sual verin. Məsələn, bizdə ətraf aləmlə tanışlıqda, məsələn, yol hərəkəti qaydaları idi, ya polis belə bir şey idi, bu yaxın vaxtda. 1-3-1 standartı, 1-3-1. Yəni, 1-3-1 standartı idi. Bizim məsələn, müdiriyyət bizdə yoxdur, metodist yoxdur. Müdiriyyət gəldi, səhv tutdu ki, yəni heç cür ola bilməz. Ətraf aləmlə tanışlıqdır, bədii təfəkkürdür, bir də idraki inşaatdır. Bunlarda ancaq
2 ilə başlamalıdır da. 2 Müəlliməm, 2 mən 2 sizə bir 1. söz deyim. O harda yazılıbdır ki, sosial emosionaldan Hə, bir məqsəd çıxarılmır və yaxud da ki, bu standart bu heç yerdə, məşqələrdir. Onu mənə deyin yazılmıyor. də. Heç yerdə Heç yazılmıyor. yerdə yazılmayıb və sizə o yazılsa Bəli. müəllimə necə olmalıdır? Defter müəllimə sizə vəsaitlər verilməlidir. Necə ki, məktəbdə coğrafiya var, fizika var. Məsələn, fizikada surət, ardıcıl şəkildə. Sən elə öyrətmisən, gəlin belə bir şeylə razılaşaq. Ülkər müəllimə, əminəm ki, burada neçə müəllim, 50-dən çox müəllim var, 50-dən çox müəllimin, bayaq 80-dən çoxudur, 80-dən çox müəllimin perspektivləri ayrı-ayrıdır. Və mənim Bəli, perspektivim bəli. ayrıdırsa, Düzdür standartlarım müəllim. fərqli olmalıdır. Amma məktəbdə fəndə necədir? Fənə ucqar yaşayan Ayana da, məsələn, Bakının mərkəzində yaşayan Ayxana da eyni kitab verilir və eyni mövzudur. Baxdı, belə bir şey. Düzdür müəllim. Aydın. Məktəbə hazırlığa verilməyib əslində Məktəbə çıxardılır. Ancaq hazırlıq orada da YİP nəqliyyat proqramı ilə təhlillər tapırlar. hazırlanır. Bəli, məktəbə hazırlıq YİP proqramı ilə hazırlanıb. Yeni inkişaf proqramı. O proqram heç yaxşı təsdiq olunan bir proqram deyil. Müəllimə, Mən bunu sizə düzgün əminliklə orada deyirəm. məktəblər düzgün çıxardılmayıb, Məqsəd müəllimə, düzgün düz deyil, deyirsən. standart düzgün verilməyib, mövzuya uyğun heç nə yoxdur. Yəni düzgün formada yazılıb. Bunu əminliklə deyirəm. Özünüz siz bir perspektiv qursanız ondan daha yaxşıdır və daha effektiv nəticə əldə edərsiniz. Aydındır fikrim sizə? Müəllimə, bir sual Bəli, verim sizə. Bəli, buyurun. Bu gəzinti orta qrupdan başlayır. Niyə körpələr qrupunda uşağı gəzintiyə çıxartmırsınız? Bir hazırlıq müəllimi dedi ki, orta qrupdan gəzinti başlayır. Bir də o ekskursiya böyük qrupdan başlayır. Müəllimə, xeyr, elə bir şey yoxdur. Uşağı ətraf mühitlə tanış eləmək üçün bağçanın həyətində gəzdirirsiniz. Mən də belə düşündüm ki, məsələn, böyüklərdə ətraf aləm gedir, kiçiklərdə ətraf mühit. Yəqin ki, elə bağça daxili təşkil olunmalıdır. Yox müəllimə, kiçik qruplarda da gəzdiririk, biz də gəzdirirdik. Kiçik qruplarda var gəzdiririk. Gün rejimində yəni gəzinti var. Amma o müəllim də elə dedi ki, orta qrupdan başlayır gəzinti, ekskursiyada. Onlara yaxın işləyir. Düzdür, indi daya da kömək eləyir. Ondan sonra yavaş-yavaş bir Ətraf aləmdə dedik ki, o müşahidə günün birinci yarısı, müsahibə günün ikinci yarısı təşkil olunmalıdır. Müəllimə, Ətraf aləm. səhər-səhər müşahidə verirsiniz də, axşam da müşahidə olmalıdır. Səhər-səhər müsahibədirsə, axşam da müsahibə olmalıdır. Yəni onun dediyindən belə çıxdı ki, səhər elə bir müşahidə eləyirik, müsahibəsini saxlayırıq axşam. Müəllimə, həftənin 2 günü müsahibə verirsiniz, 3 günü müşahidə. Həftənin 3 günü müşahidə, 2 günü müsahibə. Bax bu formada aparırsınız. Hə, çox sağ olun. Siz sağ olun. Aha, körpələr qrupunda özdə qruplar üzrə günləri planlaşdırma, təhsil institutunun bizə verdiyi təqviri planlaşdırmada belə gəzinti var. Yəni bunu deyirəmsə, gəzinti mütləq olmalıdır. Bəs uşağı açıq havada nə zaman olacaq? Hətta deyirlər ki, körpələr qrupunda Gün rejimində var. Gəzinti yəni. tələbatlarda da var. Müəllim onu hansı məqsədlə deyir, bilmirəm. Ümumiyyətlə bu müəllimlərin dini niyə qarşıdır, mən onu bilmirəm. Müəllimə, elə şey olar. Yəni bala körpə uşaqlar əksinə çox havada olmalıdır, çıxardı. Müəllim axşam olur bir söz deyir. Axşamınız xeyir, buyurun müəllim. Buyurun. Müəllimə, mən eşitmişəm ki, kiçik qrupları bağçanın elə bil həyətindən kənara çıxartmaq olmaz da. Məsələn, böyük qrupları gəzməyə aparmaq olur gəzintidə, amma kiçik qrupları deyir mümkün deyil böyük aparmaq. qrupu gəzintiyə hara aparırsan? Məsələn, tutaq ki, biraz belə deyək də, bağçanın yaxınlığında meşə varsa ora, park varsa ora. Sən gəzintidən geri dönməsən, nahar elətdirib uşağı yatızdırmalısan. Uzağa bir böyük, çox belə deyək də, uzaq bir yerə aparmırsan. Ətraf qaldı ki, körpələr qrupunda bir də bir söz deyim müəllimə. Müəllimə, kiçik qrup adlı bir anlayış yoxdur. Nə nizamnamənizdə, nə təhsil belə deyək də, məktəbə qədər təhsildə, heç bir yerdə kiçik qrup sözü yoxdur. Körpələr qrupu adlandırılır, 3 yaşlı uşaqlar. Belə bir şey deyim ki, həftədə bir dəfə fərdi iş yazmağınız mümkündür. Yəni hər gün fərdi iş niyə yazırsınız ki?
Qaldı ki müəllimə, ümumi olaraq belə deyək də, gəzintidən danışırıqsa, ətrafda bağçanın həyətyanı sahəsində uşaqları gəzdirməlisiniz. Hətta körpələr qrupunun uşaqları gəzintinin vaxtı daha çox olmalıdır, yatmaqları daha çox olmalıdır ki, onların ümumiyyətlə D vitaminini yaxşı qəbul etsin. Günəş vannaları qəbul eləməlidirlər onlar. Gün vannası bilirsiniz nədir? Səhər saatlarında 11 radələrində uşaq gününü Amma deyir bağçanın qapısından kənara çıxartmaq olmaz da. qapısından kənara onsuz da uşaqları olar. Bir də hava şəraiti var. O deyir küləkli çox sürətli külək olanda məsələn çıxartmaq olmaz, amma qarlı yağışdır. Qardır, yağışdır, nə olur olsun uşaq ümumiyyətlə gəzintidə hər gün olmalıdır. Küləkdə bircə deyir. Küləkdə olmaz, hədsiz dərəcədə küləkdə. O da uşağın ziyanıdır deyə o olmaz. Axşamınız xeyir müəllim, olar bir sual da mənim. Olar, buyurun. Körpələr qrupunun müəlliməsiyəm mən də 1 yaşdan 3 yaşa qədər. Məndə fəaliyyət elə bil ki, ancaq axşamdır da, günortadan sonra işləyirəm mən. Daima elədir. Mən kiçik qrupda axşam fəaliyyətini yazanda hərəkətli oyun, bir də gəzinti yazıram. Daima bu belədir. Düzgün gedir müəllimə, yoxsa Niyə didaktik oyunda yazmışsınız? Bəli. Didaktik oyun niyə yazmırsınız? Əslində belə bir şey deyim ki, müəllimlər, təlim fəaliyyəti isə daha belə deyək də ağır proseslər körpələr qrupunun səhər fəaliyyətinə düşməlidir. Yüngül proseslər axşam fəaliyyətinə. Amma axşam fəaliyyətində siz uşaqların həm zehni, həm motor bacarıqlarını inkişaf elətdirmək üçün belə deyək də, həm də orada hərəkət fəallıq, məsələn kiçik motor bacarığı üçün didaktik oyunlar yaza bilərsiniz. Yazırdım. Müəllimə yazırdım. Sonra mən bunu bir təlimçi ilə məsləhətləşdim də, ondan soruşdum ki, mən düzgünmü yazıram. O da mənə dedi ki, adını da çəkə bilərəm. Lazım deyil. Aha, yəni o savadlı müəllimə bildim də onu. Dedi ki, mənə sən fəaliyyətində didaktik oyun, elə bir ki, uşaq didaktik oyunla yüklənir. Axşamüstü olanda uşağın beyni dincəlməlidir. Sən onun zehnini rahatlaşdıran işlər aparmalısan. Ona hərəkətli oyun verməlisən. O zehni, dedim axı, didaktik oyun verirsənsə, orada əsas məqsədin onun zehnini inkişaf elətdirmək deyil. Motor bacarıqlarına uyğun didaktik oyun verirsən. Körpələrin didaktik oyun zehnini çox yoran oyunlar deyil ki. Ancaq kiçik motor bacarıqlarını qurlaşdırma, birləşdirmə, nə bilim, yapışdırma, belə şeylərdə legolarla oynayırlar. Bir də müəllimə onu bilmək istəyirdim ki, biz planı elə bir ki, bir həftə ərzində yazırıq da, orada gəzintini veririk. Gəzinti də bayaq dediyiniz kimi hava şəraiti uyğun deyil. Mən onu elə bir ki, didaktik oyunla və yaxud da süjetli rollu oyunla da uşağı əyləndirici nağıllarla belə aparsam və yaxud da onun üstündə bir yoxlama gəlib, mənim işimin üstündə o vəziyyətdə çıxsa, onu mənə bir elə bir ki, mənfi kimi, səhv kimi tutmaz ki. Kaş gəlib elə səhv tutalar mənim. Planında budur. Belə bir şey deyim ki, bax mən sevirəm. Birincisi, yoxlama deyirsiniz, ona görə deyirəm. Yoxlamanın məqsədi, əgər bağça və yaxud da ki, hər hansı bir müəssisəyə bir yoxlama, komissiya gəlirsə, onun məqsədi gəlib çatışmayan cəhətləri görmək yox, çatışmamazlıqları aradan qaldırmaqdır. Deməlidir ki, müəllimə bu niyə belədir, bu niyə belədir, bu niyə belədir. Məsələn, mənim müəllimlərim var regionlar üzrə, çox sevirəm. Axır vaxtında Tovuzda səhv etmirəmsə, düzdür Tovuzda təhsil institutunun müəllimləri ora yoxlama kimi getmişdi. Dedi müəllimi yağış yağırdı və mənim gəzinti vaxtımdır. Müəllimə dedi ki, niyə oturmuşsunuz? Uşaqları niyə gəzintiyə çıxartmırsınız? Müşahidə edirmiş müəlliməni. Dedim ki, yağış yağır axı. Dedi siz tələbləri bilmirsiniz ki, yağış zamanı belə uşağı gəzintiyə çıxartmalısınız. Müəllimə buna hazırlıqlı olmalıydınız. Niyə çıxartmırsınız? Məsələn, mən sevirəm. Belə bir şey yaxşıdır. Çünki müəllim əslində tələb nədir onu bilməlidir. Yəni mən onu bilirəm ki, hazırda uşaqların bir çoxu bağçalarda bu müəllimin özündən də asılı olan bir prosesdir. Bəzən dayə müdaxiləsi, bəzən müdiriyyətin, bəzən başqa belə deyək də, nə bilim müdaxilələr vasitəsilə uşaq oturur, müəllim də sadəcə onun yanında oturur. Fəaliyyət yoxdur. Yəni yağışlı havada uşağı çölə çıxartmaq olar, soyuq, yağış, qış şəraitində.
Dolar Bu müəllim. sizdən tələb. Valideyn də gəldi, biraz tez gəldi, gördü ki, mən yağışda Bir müəllim uşaq olaraq belə deyim də siz əslində bilirəm müəllimə, ondan razıyam. Bir müəllim olaraq əslində valideyni inandırmalısınız ki, o hava ona həqiqətən lazımdır. O ay müəllim, elə valideyn var ki, mən onu neynəsəm də o mənə inanmaz. Asiyə müəllimə, mən sizdən razıyam, tam şəkildə razıyam o sizdən, amma tələb budur. Əslində belə olmalıdır. Hələ indi də uşaq virus çoxdur, uşaq biraz xəstə olur da, indi qızdırma sadə olmayanda birdən gətirirlər. Elə uşağı da heç cürə çıxartmaq, yəni mümkün deyil müəllim o hava şəraitində. Razıyam sizdən. Müəllim tələb budur, əslində çıxsa da nə gözəl. Müəllimə, gəzintidə Oldu müəllimə, çox sağ olun, minnətdarım. Bax, bu şeylər məndə biraz qaranlıq qalmışdı, onu Müəllimə, sizdən buyurun. öyrəndim. Buyurun. Təşəkkür edirəm, sağ olun. Sağ olun, mən təşəkkür edirəm. Müəllimə, buyurun. Müəllimə, gəzintidə birinci idraki fəaliyyət olmalıdır, müşahidə. Sonra əmək fəaliyyəti, daha sonra oyunlar. İdraki fəaliyyət dedikdə müşahidə aparırsınız. Yəni bu da tam olaraq məsələn orada mən əgər müşahidə deyirəmsə müəllimlər, bu müşahidə bir növ belə deyək də təhliledici müşahidə aparmırsınız siz orada. Təhliledici müşahidə bilirsiniz nədir? Yəni bəli, bilirəm. Yəni gövdəsi, məsələn yox, bax, məsələn kökü, gövdəsi, budağı, yarpağı, yəni bu o belə deyək də tam şəkildə təhliledici deyil. Sadəcə olaraq uşaq baxır və orada müşahidə edir. Yəni tanış olur, ilkin tanışlıq da belə. Bəli, o formada onun kimi belə deyək də təşkil etməlisiniz. Amma ümumi olaraq gəzintiyə çıxartdığınız zaman uşaqların birinci məqsədiniz uşağın orqanizmin möhkəmlənməsidir. Əsas məqsədiniz odur. Gəzintidə niyə bir standart? Yəni fiziki, yəni hərəkətlərə də, hərəkətli oyunlara üstünlük verilməlidir. Hərəkətli oyunlara da üstünlük verirsiniz, amma məsələ də burasındadır ki, gəlin sizə belə bir şey də deyim də, deyir ki, gəzintidən dönürsünüz, uşaqlar çox yorulub. Neyniyərsiniz? Gəzinti zamanı uşağı yormamalısınız. Çox hərəkət verməməlisiniz. Bunu bilirsiniz? Yəni uşağın yaşına uyğun potensial da nəzərə almaq lazımdır. Yəni balaca uşaqdır, götürək ona çoxlu hərəkət. Gəzintiniz gəzib, hava alıb, məsələn intellektual cəhətdən uşağı inkişaf elətdirmək, yolda məsələn əmək prosesində kimsə bağban işləyir, məsələn onu müşahidə etsin. Aydındır? Məsələn tutaq ki, müşahidə odur ki, kimisə müşahidə edir. Əmək fəaliyyəti verirsənsə, nə isə verirsən. Hərəkətli oyun deyirik. Bax, orada mühərrik demirik, hərəkətli oyun deyirik. Hərəkətli oyunlar sadə hərəkətli oyunlardır. Məsələn, tutaq ki, bu tipdə kim sevirsə idmanı 1, 2, 3, 4 tutaq ki da, yəni elə sadə oyunlar. Siz ona çox belə uşaqları tərrədəcək, yoracaq oyunlar verə bilməzsiniz. Gəzinti zamanı uşaq yorulubsa, müəllim səriştəsiz müəllim. Bir də müəllim, bu ekskursiyada deyirlər ki, əmək, məsələn, gəzintidə yox, amma ekskursiyada əmək fəaliyyəti var. Əmək fəaliyyəti də necə deyək, ekskursiyada əmək fəaliyyəti var. Bax, biri var ki, gəzintidə əməyi prosesini uşaq müşahidə edir. Məsələn, tutaq ki, bağban necə beləyir, neyniyir, belə bir şeylər. Amma ekskursiyada, məsələn, bir ekskursiya keçirirəm, tarladan süfrə adında biz gedirik hara? Çörək zavoduna. Çörək zavodunda uşaq unu daşıyıb gətirib o, belə deyək də, böyük xəmir qatanlara tökür, onu izləyir, sonra biri çörəyi çıxardır, gətirir. Orada artıq əmək prosesinin tam içərisində olur və orada zəhməti də almıyor uşaq, o mənada. Aydındır fikrim? Birində uşaq... Olar bir sual da verim. Bəli, buyurun. Məndə elə bil ki, 1-3 yaşlıdır, amma əsas qrupu təşkil edən 2-3 yaşlılardır, 1 yaş azdır. Perspektiviniz 2-3 yaşlı olmalıdır. Hə, mən daimi elə aparıram, yəni deyirəm onda bir məhsi yoxdur. Yox, düzgün. Hə, oldu. Orada əyləncələr var, kukla teatrı təşkil eləmək. 4-cü günlər, həftənin 4-cü günü axşam fəaliyyəti. Onu deyirlər ki, təşkili böyük qruplarlandır, amma kiçik qruplar müşahidəçidir də, yəni belə tamaşaçı kimi. Necə olur? Həftənin 4-cü günü, əslində hər həftənin 4-cü günü siz kukla teatrı tamaşası təşkil etməlisiniz. Axşam fəaliyyəti zamanı qrupları yığırsınız böyük bir zala. Orada körpələr qrupu ilə orta qrup izləyir, böyük məktəbə hazırlıq qrupu da rolları canlandırır. Bəli. Bəli, aydındır mənə. Çox sağ olun. Siz sağ olun. Hə. Olar bir dənə də sual verim. Olur, buyurun müəllim.
Müəllimə, mən də 1-3 yaş qrupundayam. Mən sentyabrda planı yazanda hardansa belə bir məlumat demişdilər ki, mənə uşağı qrupda 10 dənə uşaqdır. Onları bölürəm. Hansının yaşı çoxdursa, O perspektivdən 1-3 hansı çox təşkil edirsə standartı oradan götürməliyəm. Mən o cür yazıram. Düzgündür. Düz yazırsınız, bəli müəllim. Doğru yazırsınız. Sağ olun müəllimə. Sağ olun. Müəllimə sağlam, axşamınız xeyir olsun müəllimə. Axşamınız xeyir Səmay müəllimə. Buyurun. Müəllimə, yaşıl jurnalı biz ayın 1-dən yazmalıyıq, 15-dən sentyabrın. Sentyabrın 15-nə Azərbaycan Respublikasında tədris başlayır sentyabr ayının 15-i, bitir iyun ayının 14-ü. Yaşıl jurnalı. Birindən yazmışam. Qrupda başqa qruplarda müəllimələr danışırdı ki, biz birindən yazmışıq, biri deyirdi 15-dən. Ayın 1-dən 15-nə kimi adaptasiya müddətidir və orada siz məşğələ keçmirsiniz ki, uşağa məşğələ yazasınız. Hə, onu da düz yazmışam, 15-dən yazmışam hamısını. Kim necə yazır yazsın, 15-dən yazın. Mən deyirəm 15-dən yazın. Nə olar? Bu qruplarda birindən yazmalı. Niyə? Məqsəd nədir? Güya onlar adaptasiya olub qutarıbdır. Hardan Ona adaptasiya olubdur? Böyük qrupun böyük qrupa adaptasiya olması var axı. Müəllimə, hər şey qanunlandır. Qanundan kənar heç bir iş görə bilməzsiniz. Tədris ayının 15-dən başlayır. Ondan qabaq tədris müddətiniz deyil. 15 gün uşağın adaptasiya müddəti var. Salam axşamınız müəllimə. Axşamınız xeyir. Müəllimə, biz də sentyabrın 15-dən başlayırıq yaşıl jurnalı. Amma biz yay tətilini də yazırıq, yay məşğələləri. İyun, iyul, avqust ayında içinə daxil olur. Onu düz edirik Yay biz. məşğələlərini yaşıl jurnalı əslində müəllimə, yay məşğələləri yazmamalısınız. Yay məşğələlərini sizin ümumiyyətlə davamiyyət jurnalınız olmalıdır, orada yazılmalıdır. Aydındır, amma belə bir şey deyim də, məktəbə qədər təhsil fasiləsiz təhsildir deyə hər yer bir cür edir, onu deyə bilmərəm. Müəllimə, bəs həmin elə bir jurnalda yay məşğələsi üçün cədvəl yeri var axı onu. Cədvəl yeri var, bilirəm müəllimə cədvəl yeri var. Bu tam şəkildə ümumiyyətlə düzgün deyil. Çünki orada tədris vermirsiniz siz, təkrar öyrədirsiniz. Onu yazmaya bilərik də. Əgər müəllimə yazırsınızsa o tam olaraq bir qüsur deyil, amma yazılmamalı. Müəllimə, bizdə müdiriyyət dedi ki, mütləq yazılmalıdır. Biz də ayın 1-dən başladıq yaşıl jurnalı yazmağa. Ayın 1-dən. Nə deyə bilərəm müəllimə? Bakı şəhəri. Siz nə deyir onu edin. Yəni müdiriyyət gələndən sonra, yəni biz heç nə deyə bilmirik, özünüz bilirsiniz. Düzdür, deyir ki, o məktəb 15-dən başlayır. Ancaq bizdə Bağçada dedi, biz uşaqları qəbul edirik. 15-dən başlayırsınız. Müəllimə, ayın 15-dən. Bəli, yox, deyir, ayın 1-dən qəbul edir uşaqları. O 1-dən o uşaqları 2 həftə onları, necə deyərlər, o öyrəşmə, uyğunlaşma olur. 2 həftə ancaq elə edirik. Müəllimə, əslində elə yazırıq 2 həftə. Təhsil institutunun bir müəlliməsi vardı. Mən onun təlimindəydim. Hətta adını belə çəkərəm. Ona bu sual əslində verdim. Dedi ki, əgər qanunla danışırıqsa, tədris ümumiyyətlə ayın 15-i başlayıb, iyunun 14-ü. Yox, müəllimə, o məktəblərdə olur. İndi yavaş-yavaş deyəcəklər hamısını ayın 1-dən. Əgər məktəblərdə olursa, niyə iyun ayından sonra biz yay məşğələlərində təkrar veririk? Bizim tədrisimiz davam etmir. Bəli. Mayda qutarmaq. Biz qutarıq, məktəblə eyni vaxtda qutarıq. Yəni ona görə müəllimə təhsil qanunu var. O qanuna əsasən biz onu həyata keçirməliyik. Aydındır? Bəli. Prosta yenə sizin sözlə qüvvət verim ki, bizdə belə ediblər, biz də qalmışıq. Yəni bizdə mənə qulaq asın, müdiriyyətinizin dediklərinə əməl edin. Yaxşı. Müəllimə, yay tətilində uşaqların gəlməyi mütləqdirmi? Bəzi uşaqlar gəzməyə gedir. O müəllimə gəzməyə valideyn hardadırsa o uşaq da orada olmalıdır, amma məktəbə qədər təhsil fasiləsiz tədrisdir. Səbəb də ona görədir ki, uşaqlarda vərdişlərin pozulmaması üçündür. Axı vərdiş öyrətmişik uşağa, nə zaman yatır, durur, gəzir, təlim vaxtı nə zamanda, oyun vaxtı nə zamanda, o vərdişin pozulmaması üçün. Aydındır fikrim? Başa düşdüm, amma yayda uşağın az olmağı bizə problem yaratmaz ki. Müəllimə, yay vaxtı nəzərə alınır da onlar. Xeyr, indiyə kimi olub sizin problem? Yeni başlamısınız müəllimə işə? Yazıb qoyur, çıxır gedir. Uşaq valideyni ərizə yazıb qoyur. Bəli, ərizə yazıb gedir ki, məsələn, üzürlü səbəbdən uşaq. Ya 15 günü, ya 1 aylıq müəllimə. Uşaq
gəlirəm, belə gedirəm, əl qoyub gedir. Düzdür. Yəni müəllimə, bağça könüllüdür, məktəb hazırlığı amma Kim deyir icbaridir. könüllüdür? Kim deyir onun bağça könüllüdür? Təhsil haqqında, təhsilin prinsipləri var, qanunda prinsiplər var idi, orada qeyd olunur. 216-cı maddəyə əsasən bağça könüllü deyil, icbaridir. Sadəcə olaraq Azərbaycan Respublikasında hazırda məktəbəqədər müəssisələrdə Respublika üzrə cəmi 16% uşağın yerləşdirilməsi üçün şərait var idi. Ta ki, keçən ilə qədər İlahə Rəsulovanın rəsmi şəkildə təlimat verməsi ki, biz bu il ərzində uşaqların səviyyəsini 40-50% çatdırmalıyıq. Şükürlər olsun ki, hazırda 60% çatıb. 100% çatdığı zaman bu icbari məsələləri necə ki qanunda var, bunu faktoloji olaraq ictimaiyyətə bilgi kimi də görəsiniz. Bağça icbaridir. İcbaridir bağça, könüllü deyil. Könüllü deyil. Sadəcə olaraq müəssisələrimiz yoxdur, yetişmir, çatmır. Valideynlərimiz müvəffəq deyil. O nədir, qanun var ki, bərabər imkanları yaratsın, nə bilim, ibtidai təhsillə məktəbəqədər təhsil arasında varislik qorunsun. Orada məsələn qeyd olunmuşdur ki, bağça məktəbəqədər təhsil müəssisəsi 5 yaşa qədər könüllüdür. Amma məktəb hazırlığı icbari, yəni məcburi kimi orada qeyd eləmişdilər. Müəllimə, təhsil haqqında mən qanunun maddəsində atarım sizə, orada belə qeyd olunubdur. Bağça icbari bir könüllü deyil. Sadəcə müəssisələrimiz yetəri qədər deyil. Aydındır? Aydındır mənim, aydın. Yaxşı, bağça əgər könüllü bir prosesdirsə, dövlət niyə sizə maaş ödəyir? Bu qədər vəsait ayırır. Bu nə mənada? Yəni valideyn istəsə uşağın bağçaya Valideyn istəsə göndərər. bağçaya göndərər, istəsə göndərməyər deyil. Əslində icbari deyil, sadəcə valideyni icbari etməyə şəraitimiz yoxdur. Aydındır fikrim? Yəni təhsilin sosial sifarişçisi valideyndir. O özü seçər hansı bağçaya gedəcək, necəsi gedəcək. Necə ki deyirik, məktəbə getsin uşaq, belə deyək də orta təhsil 9-cu sinifə qədər Məsələn, orta məktəbdə mütləq uşaq gedib dərs Çünki müəssisə var. oxumalıdır. Müəssisə Amma var. bağça yaşlı uşağı, məsələn, valideyn istəsə heç bağçaya da qoymaz. Valideyn istəsə qoymur, ona görə ki, valideyn maarifli deyil. İstəməyən qoymur bağçaya, doğrudur. Niyə? Çünki sənin ona şəraitin yoxdur. Şəraitin Məsələn, bir uşağım xəstələnər, öz gözümün qabağında olsun uşağım. Məsələn, etibar eləmir müəllimə. Mən razıyam sizlə, amma müəllimə gəlin bundan da razılaşın. Könüllü bir Şeydir, qapı, o hamamın qapıları illi yuxarı Mənzər müəllimə. Evinizin səsi biz Mənzər müəllimə Hazırında qalmayın. Bu çox çeşmir. Müəllimə, elə bir qanun qoyalar ki, bağçaya gəlməyən uşağı məktəbə götürməyələr. Bax onda valideynlər gətirib qoyarlar. O müəllimə, o qanun qüvvəyə fərdi iş müəllimə bir dəqiqə sualınızı cavablayıram. Fərdi iş nə zaman verilir? Belə bir şey deyim. Müəllimə, əslində fərdi işi həftədə 2-3 dəfə verməlisiniz. Baxır o fərdi işinizə qrupunuzun xüsusiyyətinə. Mən qrupumu qavrayan uşaqlarına baxmalıyam əslində. O deyir, məsələn, bəzi yerlərdə deyir fərdi işi həftədə 1 dəfə ver, bəzi yerlərdə deyir həftədə 2 dəfə ver. Fərdi iş kimə verilir? Uşağın fərdi belə deyək də təlimə ehtiyacı varsa ona verilir. Məsələn, tutaq ki, səhər növbəsini müəllimi gəlir sənə deyir ki, ay müəllimə, axşam fəaliyyətində, asudə vaxtının təşkilində filan uşaqla məşğul ol. Mən məntiqi riyazi təsəvvür keçdim, o misalı yaxşı qavramadı. Bax, orada mən fərdi iş verməliyəm. Və yaxud da ki, digərində bir fərdi iş verməliyəm. Qrupumun qavrama xüsusiyyətinə baxır. Bu onu məsələn həftədə 2 dəfə də yaza bilərəm, 1 dəfə də yaza bilərəm, 3 dəfə də yaza bilərəm. Aydındır? Hə. Buyurun müəllimə. Sözünüzü davam edin. Müəllimə, bu peşə qabiliyyətləri var. Onlardan düşəcək suallar. Müəllimə, peşə bacarıqları var ki, hansı ki, konstruktiv, kommunikativ, qnostik və təşkilatçılıq bacarığı. Bu 4 bacarıq sizin tərtibə sənətinizdə var. Amma hansı ki, 12 qabiliyyət var, o qabiliyyət tərtibə sənətinizdə yoxdur. Amma o qabiliyyətlər düşəcək sizə müsahibə mərhələsində. Hə, çox sağ olun, hə. Müəllimə, atqanız xeyir. Ola bir də sualı bir də verin bu fərdi iş barədə. Deməli, bizə müəllimə deyir ki, bəs fərdi işi hər gün yazmalısınız. Bizdə 15 uşaqdır, qarışıq qrupdur, məndə rus qrupu. 15 dənə dəftər ayırmışıq, yaşıl dəftərlərlə. Fərdi iş deyil, əzdim o müşahidədir.
Yo, müşahidə də var bizdə. Atdelli müşahidə dəftəri də var. Fərdi işdə. Fərdi işdə yazırıq standartlar. Tutalım ki, Əhmədov Bəli. Əhməd bu gün səhər 2-3-2 riyaziyyatdan. Onu yazıram, məqsədini yazıram, XO-da ondan qurtarıram. Hər gün demək mən onu səhər yazıram, sonra axşamki müəllimə gəlir, gün ortada yarım aklad. O müəllimə gəlir, o müəllimə yazır, tutalım ki, Ləmanın dəftərini götür, axşamkini o yazır indi. Yəni biz bunu hər gün uşaqlara yazırıq. Ta bu gün Əhmədə yazıram, sabah Nigar'a yazıram, sonra Ləmana yazıram. Bu 5 günü yazıram. Səhər mən, günorta o müəllimə. Mən deyirəm bu fərdi nə deməkdir? İndividual da fərdi uşaq. Bir uşaqla işləyirəm, 3 uşaqla işləyirəm. Mən bunu hər gün yazıram. Bunu sizə açıq deyim ki, müəllimə müşahidə ilə fərdi işi qarışdırıb və sizə belə Müşahidəni də yazırıq, müşahidəni də belə yazırıq. Tutalım, bu gün sabah ayın 3-üdür, ikisidir. Tutalım yazırıq, oturum, səhər, müşahidə, nə bilim, uşağın müşahidəsini yazıram, standartsız, heç nəsiz yazıram. Tutalım, Nigar gəldi, Nigar bugün dərsə gəldi, səhər ağlayırdı, sonra uşaqlarla kapriz elədi, sonra o kaprizin qarşısını müəllimənin müsahibəsindən sonra onu yoluna qoydum. Yəni bütün gigiyena qaydalarına şeylə riayət elədi. Bax belə tutaq bir o müşahidəni də 3 uşağa yazır. şəkildə də nəyə müşahidə? Mən bu müşahidə ilə tam olaraq razıyam. Əla, mükəmməl. Niyə? Müəllimlərin müşahidə vərəqləri var. 2-2-1 standartı, 2-2-4, nə bilim, bir standartlar verilir, orada da qarşısına işarələr qoyulur. Abalam, bu müşahidə sənin standart olaraq verə biləcəyin bir şey deyil. Sənin ümumi olaraq uşağa obyektiv yanaşmağındır və onu olduğu kimi yazmalısan. Standart yazmırıq müşahidədə. Əla, bu yaxşı. Amma mənim fərdi işi mən açığı deyim də, inanın o qədər yerdən o qədər şey öyrənirəm ki, necə öyrənirəm? Yəni yeni məlumatlar verirlər ki, müəllimlər mənə. Onu ilk dəfə sizdən eşidirəm. Yəni bu haqqda heç bir fikrim yox. Müəllimə, elədir. Bax bizim rayonda elədir. Bir də o fərdi işi biz yazanda müəllimə. Zakatala rayonu. Bir də o fərdi işi yazanda müəllimə, ancaq bir axşamki müəllimələr fərdi işi yazsınlar, estetiki yazsınlar, risovani yazsınlar, aplikasiya yazsınlar, dil işi yazsınlar. Yəni dərsdə temaları yazmasınlar da, məşğələləri yazmasınlar. Siz müdiriyyətdən soruşmusunuz ki, müəllimə bu məlumat soruşmusunuz. Bizim öz metodistimiz deyir ki, belə yazmalısınız və hər dəfə kurs. Kimdir müəllimə? Metodistiniz məktəbə qədər təhsilli müəllimədir, yoxsa ümumi olaraq İndi deyəsən, bilmirəm, deyəsən ki, metodist yoxdurmu, nədir, bilmirəm, общем, oralar qarşı quruşdur. Bunu deyirlərsə, müəllimlər onu istinad edən bir, belə deyək də, kimsə var, yəni durduq yerdə demir, sadəcə o istinad edən kimdə onu tapıb, bunun səbəbləri demək lazım. Şəki bizə baxır, Zakatala, Balakər, bir dəyəm bizim rayona aiddir bu, vəssalar, mən bilmirəm, o bir rayonlarda, qruplarda heç biri yazmır, bir tək bizim rayon. Verərəm. Mən heç bir zaman, yəni müəllimlər də bilir ki, belə deyək də, faksız, heç nəsiz mən müəllimlərə məlumat verə bilmərəm. Məsələn, bütün sinifə, qrupa yazılan şey deyil ki, ancaq 2-3 uşağa yazılar, zəif uşaqla işlənirlər, nə bilim, bilmirəm Allah. Yox, müəllimə, o hər gün hər uşağa verə biləcəyiniz bir şey deyil. Yəni fərdi işi hər gün yazıram deyəndə deyişməmişəm də, yəni jurnalı belə bilmişik, heç baxan yoxdur, nə bilim, bilmirəm. Məsələn, belə bir şey. Ayın 15-də Aytə müəllimə, dünənlərim ötənçli dərsdə bir müəllimə səs açdı. Dedi ki, müəllimə, biz fiziki mədəniyyət məşğələsində bizə metodist deyib ki, mövzunun yerinə yazırsınız mübarisə. Mən də ilk dəfə mübarisə ümumi olaraq dedim müəllimə, mübarisə fiziki mədəniyyətdə var, ümumi olaraq hərəkətin, məsələn mən hərəkəti göstərdim, uşaq hərəkəti icra etdi, budur, dedim mövzunun yerinə onu yazır. Mən də dedim ki, ola bilməz axı mövzunun yerinə elə bir şey yazırsan, müəllimə fikrim mənə düz çatdırmayıb. Sonra dedim ki, müəllimə, olar ki, planınızı atın mənə, elə mən ekrana gətirim, müəllimlərə də göstərməyəm, müəllimlərlə paylaşım. Gördüm orada mövzu ki, yazırıq, qarşısına yazırıq, məsələn, hoppanma. Ona mövzu yazılmayıb, mübarisə yazılıb. Mübarisə sözdə odur ki, məsələn, necə müəllimlər fiziki mədəniyyət məşğələsində siz uşağa mövzu öyrətmirsiniz. Yəni idrak cəhətdən nə isə bir şey öyrətmirsiniz, hərəkət öyrədirsiniz. Orada ipajeniyalar, Asıl hərəkət bax, hərəkət odur ki, mən icra edirəm, uşaq da onu tamamladı. Mübarisə budur. Yəni mövzu sözünün yerinə mübarisə yazır. Mövzu da yenə qarşıda var. Hoppanmadı mı, qaçışdı mı, hərəkət nədirsə də. Yəni bu məqsədə uyğundur. Dedim müəllimə, burada heç bir səhvlik yoxdur. Dedi gələn yoxlamayın, bu mübarisə nədir bilmirəm, açıqlaması nədir deyə bilməyəcəm.
dedim belə bir şeydir də. Yəni orada metodist onları yönəltmişdi. Əslində bu səhv yönəltmə deyil. Bunu da ilk dəfədir görürdüm. Amma məsələn mübarizənin nə olduğunu bilirdim, oxuduğum PDF-lərdən mən bilirəm ki, orada biz uşaqlara mövzu öyrətmirik, idraki cəhətdən onları inkişaf elətdirəcəyik, nəyisə elətdirmirik. Hərəkət başqa bir şeydir, öyrədici fəaliyyətlər başqa bir şeydir. Hə, o mövzu yerinə mövzu söz yerinə də mübarizə yazıla bilər. Amma bunu nəyəsə əsaslandıra bilmirəm niyə. Belədir müəlliməm. Heç nə. Sağ olun müəlliməm. Təşəkkür edirəm. Müəlliməm, bir dənə də sualım var idi. Buyurun. Bir iki yaşlılara təsviri fəaliyyətin aplikasiya növündən başqa bütün növləri keçirilir, elə deyilmi? Amma cari planda biz hansı məşğələdə istifadə eləməliyik uşaqlara? 1-2 yaşlılarda təsvir fəaliyyət dərsi yoxdur. Müəllimə, 1-2 yaşlı uşaqların heç perspektivi var. Perspektiv var, hə. 2-3 yaşla eyni elə bil perspektivdən istifadə olunur. Niyə? Bizim vaxtda. Yox, ümumiyyətlə 1-2 yaşda niyə perspektivi yoxdur? Bilmirəm müəllimə. Olan var müəllim? Yəni 1-2 yaşdakı uşaqlar balacadır da, hələ o qədər də yəni qabiliyyətləri o qədər də inkişaf eləməyib axı. O uşaqlar cızmaqara dövründədirlər. Təsviri fəaliyyət məsələn həmin qrupda yoxdur. Təsvir fəaliyyət var axı 1-2 yaşda təsvir fəaliyyət yoxdur. Xətlər çəkilir. Belə dərs kimi var, amma proqramda yoxdur. Məsələn, dəqiq deyə bilər. Cədvəldə yox. Cədvəldə yoxdur müəllimə. Cədvəldə təsvir fəaliyyət yoxdur. Standartları var, 6 məşğələsi var axı 1-2-nin. Mən onu kitabdan oxumuşam. Standartlar var, düzdür müəllimə. Standart var, amma proqramda belə yoxdur. Nurani belə bir şey deyim. məşğələsində var. Bizdə bir dəfə var onları. Perspektiv plan müəllimlər yadınızda qalsın, uzun müddətli bir plandır. Körpələr qrupunun isə ümumiyyətlə öyrənməsi birinci körpələrdən danışıram, sabit deyil. Uşaq bugün bacardığını sabah bacarmaya bilər. Çünki onun öyrəndiyi bir şey heç də sabit deyil. Yəni o ümumiyyətlə belə deyək də bir şey mən gözləyirəmsə bacara da bilər, bacarmaya da bilər. Sabah onu həyata anlıq olan bir şeydir də. Onların anlıq ehtiyacları var. Məsələn, onların anlıq ehtiyacları dediyimiz şey daha çox biz onu günlük rejimlə uyğunlaşdırırıq və o fəaliyyətlərdə veririk. Yəni siz orada standartlara əsasən gündəlik nəyisə verirsiniz uşağa. Amma məsələn, ikinci körpələr qrupunun perspektivinin birinci körpələr qrupunda işlənməsi düzgün sayılmır. Çünki ikinci körpələr qrupunun standartı ikinci körpələr qrupunun uşağına aiddir. Aydındır? Yəni bu düzgün sayılmır. Birinci körpələr qrupu əsasən gündəlik planlaşdırma bir də müşahidə əsasında götürülməlidir. Perspektiv olmur. Orada uşağın tempi qeyri-sabitdir. Uşaq əsas məqsədə uyğunlaşa bilmir. Onun əsas uyğunlaşmalı olduğu şey qayğı və sevgidir birinci körpədə. Aydındır fikrim. İkinci körpələrlə işləməyin. Uşaqları da yormayın. Perspektiv olmasa Kurslarda var özünün planı. Mən ona rastlaşmışam. Müəllimə var, bilirəm. Sadəcə o sonradan hazırlanan verilən bir şeydir. Deyirlər ikinci bunu tam şəkildə açıqlamasını verən yoxdur ki, niyə hər qrupun belə deyək də planlaşdırılması tapılır, birinci körpələrdə yoxdur. Standart varsa planlaşdırma da var, amma eləmək belə məqsədə uyğun deyil. Çünki plan uzun müddətli bir şeydir, perspektiv plan. Amma birinci körpələrin ümumiyyətlə anlayışı sabit deyil müəllimlər. Bugün bacarır, sabah bacarmaya bilər, sabah bacarır. Aydındır fikrim. Ona görə heç o cari plan da yazılmamalıdır onda. Yazılır, müşahidə də yazmalısınız. Cari də yazmalısınız. Aydındır. Müəllim, bunu biz özümüz yazdığımız kimi onu da birinci qrupun müəllimi yazmalıdır da. Çünki uşaq yönümlü pozulmasın. Mən elə anlamışam, elə başa Birinci düşürəm. körpələr qrupunda əslində müəllimə belə bir şey deyim ki, o ki müəllim perspektivlərdə özünüz hazırlamalısınız. İnşallah ki hazırlayırsınız. O perspektiv planlarınız ki var, hazırlanır yay ayında. Birinci körpələrin müəllimi hazırlamır. Onlar gündəlik planlar yazmalıdır əslində. Həftəlik planlar hazırlamalıdır. Aydındır, perspektiv hazırlamaq. İndi birinci kiçik qrupda təsviri fəaliyyət, estetik yaradıcı inkişaf sahəsində orada indi 6 standartlar var.
təsviri fəaliyyət bölməsində. Bəli, İndi həmin qrupda təsviri fəaliyyət keçirilir. bəli. Bəli, var. Həftədə bir dəfə var. Niyə deyirlər ki, birinci kiçik qrupda məşğələnin sayı 6 dənədir? Necə yəni applikasiyan yoxdur da məsələn orada. Yox, yox. Yəni ki, məşğələ sayı. Məsələn, ikinci kiçik qrupda 8-dir həftə içində, həftə ərzində. Məsələn, musiqidir, ətrafa mühitlə tanışlıqdır, sensordur, bir də fizikidir. Yəni təsviri fəaliyyətin adı yoxdur orada, cədvəldə. Amma ki, standart var, bir də o dərs var, müəllimin işi əyanidir, uşaqlar baxaraq müəllimin işini izləyirlər, yəni dərs kimi. O da var. Onu demək istəyirsiniz. Mən də onu bilmək istəyirdim bəs. Cədvəldə proqramda cədvəldə də, böyle dərs cədvəlində yoxdur təsviri fəaliyyət. Ay sağ ol. Bəs mən də onu soruşmaq istəyirdim. Müəllimə onu deyirsiniz də əgər ümumiyyətlə orada rəhləmə falan, orada təsviri fəaliyyət kimi, rəsm fəaliyyəti kimi verirsiniz, onu siz uşağa məşğələ kimi yox, bir oyun kimi verirsiniz. Əlavə fəaliyyət kimi. Hə, oyun kimi. Başa düşdüm. Müəllimə. Bax oyun kimi. Bir anladım sizi. Demək istəyirsiniz ki, cədvəldə təsviri fəaliyyət yoxdur. Niyə? Bildim. Niyə təsviri fəaliyyətin təşkili metodikasında birinci körpələrə aid nəsə verilir? Hə, bax, kurikulumda da elə qeyd olunur ki, orada yazılıbdır ki, rəsm dərsində bunu icra edəcəksiniz. Məşğələlərin sayı var, o deyirlər, neçə dənə məşğələ. Məsələn, məktəbazlıqda 12 məşğələ dənə. yoxdur, onu demək istəyirsiniz. Standartı varsa, mən onu şərt deyil ki, məşğələdə edirəm. Məsələn, 3.1.5 standartım uyğunlaş konstruktor oyununa. Gətirərəm konstruktora. Oyun kimi. Hə, başa düşdüm. Hə, çox. Siz sağ. Hə, bu belə müəllimlər. Bugünlük bu qədər, artıq saat gecdir. Dərs izah edəcəyik, amma məncə suallarımız daha effektiv oldu. Belə Çox sağ olun.